Bax, şuurlu olaraq özünün var olduğunu anla. Və bir fərqinə vardığın bir şey var. Təzə vaxtı sənin oyanma şansın daha çoxdur və müəyyən bir vaxtdan sonra sanki elə bil ki, həyat səndən o şansı alır. O oyanış məsələsi, onu gözləsək çox çətin mövzudur da. Yəni o oyanış nə vaxt baş verəcək? Siz bir dənə sosiallara baxın. Sevginin xüsusiyyəti odur ki, əks tərəfi olduğu kimi qəbul edəsən və sən onu olduğu kimi qəbul etməyənə qədər sən onu sevməmiş sayılırsan. Vicdan hissi bir şeydir. Ağıl isə o rasionaldır. Bu var, bu yoxdur. Bu olar, bu olmaz. Minnətdaram dəvətinizə görə, verdiyiniz diqqətə, dəyərə görə. Çox sağ olun, dəyərlisiniz. Minnətdaram dəvətinizə görə, çox sağ olun. Yəni böyük bir vəzifə yüklədiniz. Əslində özümü həqiqətən elə görmürəm ki, yəni kiməsə nəsə ağıl verim, nəsə öyrədim. Sadəcə olaraq mənə görə düz bildiklərim var və cəmiyyətdə də çalışıram o düz bildiklərimi insanlara çatdırım ki, mən o fikirlərin düzlüyündə əminəm. İndi özüm nə qədər əməl eləyirəm, nə qədər yol getmişəm, o başqa bir mövzudur. Ancaq həqiqətən özümü o cür görmürəm də. Yəni, hardan başlamalı? Mən deyərdim ki, insan birinci başlamalıdır o yerdən ki, özü orada durub. Yəni, mən varam və mən həqiqətən mövcudam və mən real olaraq özümü və ətrafımı dərk edirəm. Mənə görə bu çox önəmli bir nöqtədir və bütün başlamalı hər bir şeylər buradan başlayır. Nəyə görə mən başlamalı deyəndə bu nöqtəni seçirəm? Ona görə ki, yəni insanların əksəriyyəti həyatını avtopilotda yaşayır. Yəni bizlər biorobot kimi yaşayırıq. Konkret bir çərçivə var, o çərçivənin içərisində fəaliyyət göstəririk. Qərarlarımız da çərçivə içərisindədir, hisslərimiz də çərçivə içərisindədir və bu qapalı bir mühitdə, qapalı bizi üçün cızılmış və vərdiş halına gəlmiş bir sxem var. O sxemin içində biz avtopilotda işləyirik. Yəni, bir dənə adi, bir dənə bu söz deyimi, mən həqiqətən varam, bu əl mənimdir, bu çiyinlər mənimdir, yəni gözüm var, qulağım var və mən mövcudam. Bu mövcud olma hissindən bizlər çox uzaqdayıq. Bəlkə də sizə çox aydın gəlir ki, doğru, nə var ki, hamı bilir ki, mən mövcudam. Ancaq əslində elə deyil. Rollo May'in məşhur bir əsəri var, özünü axtaran insan. Orada insan özünü harada itirib və harada tapmalıdır, onlara toxunur. Maraqlı bir məqama gəlir. Bir əsərin bir yerində deyir ki, biz psixiatrlar, məxsusən də ekzistensial psixoloqlar, İnsanlara daha çox tövsiyə edirik ki, sən əlifin özvə məxsus olduğunun fərqinə var. Yəni, bir gün baxdın ki, bu əl mənimdir. Doğrudan mən varam ha. Şuurlu olaraq özünün var olduğunu anla. Orada yazır ki, deyir, insanın özünə gəlməsi üçün bu çox ciddi bir təsirə malikdir. Və deyir, biz çox və pasiyentlərə bunu deyirik. Sən fərqindəsən, sən mövcudsan. Yəni, sən robot deyilsən də, sən bitki deyilsən, sənin üçün cızılmış bir xəttə getməyə məcbur olan bir varlıq deyilsən və sən varsan. Şuur nədir? Şuur odur ki, mən özümün mövcud olduğumu dərk eləyim. Dərk eləyim ki, mən varam, mən həyatdayam, hiss eləyə bilirəm, ətrafımı görə bilirəm. Və bu, həm fəlsəfədə, həm mənə görə psixologiyada çox ciddi bir nöqtədir və bunun nəticəsi qəflətdən qalxmaqdır. Və bunun nəticəsi oyanışdır. Sən bunu anlamayana qədər heç vaxt anlamayacaqsan ki, sən mövcudsan, sən varsan, sən öz seçimlərini özün et və hara gedirsən. Yəni, bunu bilməyənə qədər sən hara gedəcəyin istiqaməti də heç vaxt anlaya bilməyəcəksən. Çünki sən elə bilirsən, həyat bu cür davam eləyir və həmişə belə olacaq və sən ölməzsən və sən daim bu xəttə, bu marşrutda gedəcəksən və bir gün bu marşrut dağılacaq və yolun sonu var, sən bunun heç vaxt fərqinə varmayacaqsan. Onun ən önəmli nöqtəsi, mən varam düşüncəsidir. Biz dini mətnlərə baxanda orada iki dənə mühüm anlayışla qarşılaşırıq. Onlardan biri qəflətdir. Və çox maraqlıdır ki, həm irfan ədəbiyyatında, həm belə deyim də, fəlsəfə ədəbiyyatında biz görürük ki, qəflət anlayışı çox ciddi anlayışdır və onun müxtəlif növləri var. Qəflətin müxtəlif formaları var. Qəflət
bildiyin bir şeyi unutmaq deməkdir, fərqində olmamaq deməkdir. Bilməmək deyil, mən hansı bir mövzunu bilmirəmsə, deməzlər ki, sən ondan qəflətdəsən. Bilmədiyin mövzuya nisbətdə qəflət anlayışı istifadə olunmaz. Ancaq məsələn, mənim övladım var, bu necə böyüyür, bundan xəbərim yoxdur. Deyərlər ki, burada övladından qəflətdədir. Və yaxud da ki, mən maşın sürürəm, orada yol hərəkəti nişanları var. Onları gördüm, ancaq fərqinə varmadan dayanmalıydım, dayanmadım, keçdim. Burada da deyərlər ki, qəflətdə idim. Yəni, gördüm, diqqətimdə oldu, ancaq nəyə işarə etdiyin fərqinə varmadım, ona köklənmədim. Qəflətin müxtəlif formaları var, bu din ədəbiyyatında gəlir. Onlardan biri insan özündən qəflətdə olmaqdır. İnsan özünü unuda bilir və özünü unudanda nəyi unudur? Unudur ki, mən varam, mən canlıyam, mən şuurluyam, ətrafı hiss edirəm, mən varam sözü var. Bunun fərqinə belə varmır. Və bundan sonra amansız bir nəticəni din ədəbiyyatı qoyur qabağa. O da budur ki, bu unutma yalnız bundan xülasələnmir. Bunun sonu yaradana qədər gedir çıxır. Özü unutmaqla sən Allaha gedən yolu da unudursan. Sonun harada onu unudursan. Hamısının kökü başlayır insanın özündən qəflətdə olmağı. Ona görə nədən başlayaq deyəndə beynimə ilk bu gəlir ki, özünün var olduğunun fərqinə var və bu qəfləti yar. Sən bu qəfləti yarmaqla oyanacaqsan. İkinci bir məqam, dedim, iki dənə mühüm anlayış var bizim mövzumuzla bağlı. Biri də zikr anlayışıdır. Biz baxanda görürük ki, zikr anlayışı istər Quranda olsun, istər hədisdə olsun, bizlər bu anlayışın tez-tez istifadə olunduğunu görürük. Hətta məsələn, əxlaq elmində də keçir zikr anlayışı. Hətta məsələn, bəzi fəlsəfi traktatlarda zikrin fəlsəfi izahlarına biz toxunuruq. Yaxşı, zikr nədir? Zikr qəflətin ziddidir. Fərqində olmaq və zikr fərqində olmaqdır. Deməli, din bizə iki dənə həyatımızın mübarizəsini qoyur. Deyir ki, insan qəflət və zikr arasında mübarizədədir. Və dinimiz nəinki bizə həyatın mənasını təqdim edir. Eyni zamanda o mənanı unutmamaq, özümüzü unutmamaq üçün bir dənə bizə bir sxem verir. Ki o sxemin içində sən daim qəflətlə mübarizədə olursan. Və sən daim özvə mövcud olduğunu, bundan sonra Tanrının mövcud olduğunu, ondan sonra axirətin mövcud olduğunu, ondan sonra xeyir və şərin mübarizəsini görürsən, hamısı mövcuda dayanır. Və o dediyim zikr sxemi nədir? Onlardan biri, məsələn, inancılı insanların gündə 5 dəfə icra elədikləri o ayin, məsələn, namaz. Siz ona baxsınız, görərsiniz ki, gününüzün bütün fraqmentlərini əhatə eləyir. Sübh, günortanın müəyyən bəlli vaxtları, günortanın başlanğıcı və sonu, gecənin başlanğıcı və sonu. Sən daim, əgər ibadət eləyirsənsə, din səni məcbur eləyir ki, sən qəflətlə mübarizə aparasan və daim fərqində olasan. Siz əgər o ibadətin sözlərinə belə baxsaz, orada sözlərin çoxu şəxsin özünə qayıdır. Ki, yəni o sözlər bir növ sənə deyir ki, sən bu yolu gedirsən, bu yolun iki şaxəsi var, biri uçurumdur, biri haqdır, bu haqq yoluna getmək lazımdır və sən, mən, bu ifadələr səni bir növ oyadır ki, mən varam, mən mövcudam, bu yolu mən gedirəm və bu yolu da şuurlu olaraq getməliyəm. Ondan sonra bizim, məsələn, dinimizdə Ramazan ayında bir aylıq bir periodu əhatə edən bir ayin var. O da başdan ayağa onu təhlil etsəz, o da yenə də qəflətlə mübarizədir, oyanışa çağıran bir şeydir. Yəni, bu cür çoxdur da, siz indi bu nöqteyi nəzərdən baxanda görürsünüz ki, dinin əslində təqdim elədiyi o psixiatrik, o terapiya konkret bunun üzərində qurulub ki, o Rollo May və digərləri var ki, Paul Tillich də bu fikirdədir. Karl Jaspers'in fikirləri var. Deyir, oyanış o zaman baş verir ki, sən bir sərhəd var, o sərhəddə gəlib durasan. O sərhədlərdən biri də deyir, ölümdür, uğursuzluqdur, məğlubiyyətdir, faciədir, itkidir. Bunlar səni oyadır da. Deməli, bütün bunlardan nəticə odur ki, yəni ən önəmli olan mövzu mənə görə oyanmaqdır və oyanmaq nədən başlayır? İlk olaraq sən onun üzərində durursan ki, mən varam, mən mövcudam, mənim bədənim var, mən düşünən, şuur edən bir varlığam, özümü hiss edirəm və ətrafımı dərk edirəm. Yəni, hər şey mənə görə bu nöqtənin üzərində qurulub.
Başqa bir dənə də buna bir mövzunda toxunum. İndi mən dediyim şeyə bir diqqət edin, görün sizdə belə bir hal olub yoxsa yox. Mən özümə bu sualı vermişəm. Sən nə vaxt anlamısan ki, sən varsan? Bax, gözümü yummuşam, işıq yanır ha, yuxudan oyarsan. Mən varam. Nə vaxt onun fərqinə varmısan? İlk mən fərqinə vardığım yaşı bilmirəm. Ancaq ilk yaşım bu idi ki, bir şəxs mənim əlimdən tutmuşdu. Böyük ehtimalla anam idi və nənəmgilin evlərinə qalxırdım. Və böyük ehtimal yaşım hardasa 3 yaş olardı. 3 yaşım var idi, pilləkənlə mənim əlimdən tutub 5 mərtəbəli binanın mən 3-cü mərtəbəsinə qalxırdım və orada bir anlıq elə bil ki, oyandım. Gördüm ki, əlim kiminsə əlindədir, qapını da nənəm açdı və həmən vaxtı fərqinə vardım ki, bununla mənim aramda bir qan bağlılığı var. O 3 saniyə, 4 saniyə çəkdi. Ondan sonra bir dənə də qəflət və yuxu. İkinci dəfə oyananda mən artıq, mənim atam bir müddət Qarabağda polis olaraq çalışıb. Üçüncü oyanış yadımdadır ki, üstündən hardasa 2 il keçmişdi və mən xəstə idim, vertolyota məni mindirirdilər. Və mən vertolyota minəndə yenə də bir 3-4 saniyəlik bir oyanış yaşadım və başa düşdüm ki, xəstələnmişəm və məni bu vertolyotla harasa aparırlar. Bax, bir neçə belə bir oyanışlar yadımdadır ki, ilk oyanışım 3 yaşımda olub, ondan sonra bir 5 yaşımda olub, ortada heç bir şeyi xatırlamıram. Ondan sonra artıq müəyyən bir yaşdan sonra sən fərqini varırsan da, hər şey sənin üçün artıq aydın, işıqlıdır. Ancaq o dediyimiz qəflət, baxmayaraq işıq sənin üçün yanıb, ancaq sən yenə də öz işığını könüllü olaraq söndürürsən. Məsələn, qəflət mənə görə elə bir şeydir. Uzun müddət keçəndən sonra mənim həmişə beynimdə belə gəlirdi, bu necə baş verdi, mən oyandım. Məsələn, mənim erkən yaşlarımdan həmişə beynimdə bu sual vardı. Ümumiyyətlə, yəni var olmaq nə deməkdir? Yəni mən necə oldu ki, bir zaman yox idim, sonra mənim işıqlarımı yandırdılar. Yəni bu işığımı necə yandırdılar? O mənim üçün həmişə maraqlı olub. Uzun bir müddət keçəndən sonra artıq psixologiya sahəsində gələndən sonra mən Carl Gustav Jung'un bir əsəri var, yuxular, simvollar haqqında danışır. O orada özünün ilk oyanışından danışır və sonra deyir ki, insanda bir o qəflətdən deyək də, o ölü haldan, o zülmətdən çıxdığı bir mərhələ olur ki, o mərhələdə insan bir anlıq dərk edir ki, mən varam. Sonra özündə olan o ilk dəfə o mən varam hissi nə vaxt yaranıb onu başlayır şərh eləməyə və sonra deyir ki, mən pasiyentlərimə bunu tez-tez soruşuram ki, məsələn, səndə oyanış nə vaxt olub? Ümumiyyətlə yadındadır yoxsa yox? Və ondan sonra fərqinə vardım ki, ümumiyyətlə bu oyanış təkcə məndə baş verən bir hadisə deyildi. Bu bütün insanlarda baş verir və psixoloqlar ümumiyyətlə bu mövzunu araşdırırlar ki, mən oyandım, belə bir məqam var və bunu araşdırırlar ki, bu oyanmaq nə olan şeydir? Biz Qurani-Kərimi mütaliə eləyəndə orada ən çox toxunan mövzulardan biri gündüzün olmasıdır, günəşin olmasıdır, gecənin olmasıdır. İnsan hərdən fikirləşir ki, bu qədər bəsit, yəni o müraciətlər nəyə lazımdır? Amma bilir günəş var, günəş hərəkət edir, ay hərəkət edir. Bunun bir yaradılışla bağlı, ayət olmaqla bağlı tərəfi var. Digəri də elə siz qeyd elədiyiniz məqamdır. Bir növ yaradan burada bizə demək istəyir ki, sən unutma, bu bəsit bildiyin bu günəş var. Bu var ha, var. Yəni qəflətdən oyan ətraf var, canlılıq var, hərəkət var. Sən də o mövcudiyyətin bir hissəsisən. Bu hardasa bizə bir fərqinə vardırır ki, bu yuxudan oyanmaq lazımdır. Bəzən də qəfləti qıran sadə bir şeydir. Məsələn, mən varam. Adamı diksindirir. Və yaxud da ki, indi gündüzdür, günəş var, ay var. Sadə və yaxud da siz varsınız. Biz canlıyıq, yuxu deyil ha bu. Sadə bir məqamlar insanı görürsən ki, o böyük fəlsəfi fikirlərdən və araşdırmalardan daha belə həyata kökləndirir və sənə istiqamət verir. Ona görə bu şeylər sadə deyil. Yəni nəticəsi qlobaldır, nəticəsi böyükdür. Bizi qəflətə nə salır? Detallar. Detal bizi çox qəflətə salır. Yəni məsələn bu stəkanın içində su var. Mən əgər bunun damcısına köklənsəm, burada bir ləkə var, ona baxsam, bunun bu forması görən necədir? Bu detaldır. Mən bunun içində olan bu həyatı mən unudacağam. Və o detallar məni o qədər belə fikrimi alır, o qədər məni belə vasvasa edir, o qədər məni xırdaça edir ki, mən böyük missiyanı artıq görə bilmirəm. Bu nəyə bənzəyir? Ana övladına deyir ki, get çörək al
yemək üçün də. Uşaq gedir və orada başlayır, görür ki, dostları orada futbol oynayırlar. Bu da futbolu izləyir, bəzən deyirlər gəl qapıda dur. Başı qarışır və axşam düşəndə, dükan bağlananda, oyun bitəndə birdən yadına düşür ki, mən bura niyə göndəriblər? Çörək almalıyam axı, evdə də məni gözləyirlər. Və evə gedəndə də bu sorğu-sualı olacaq. Həyat da o cürdür. Biz sanki elə bir böyük bir missiyası olan canlılarıq və böyük bir dənə bir dünyaya salınmışıq və bu detallar artıq bizi o qədər fərqinə varmadan bizi özünə çəkir ki, biz bunun arxasında duran böyük həqiqətləri bizlər anlaya bilmirik də. Sadə bir şey deyim, məsələn, gedirik təbiətin qoynuna, sən yaşıl otu görürsən. Sən o məsələn, sarı güllər, may ayıdır, indi bu dəqiqə çıxıb da lalələrin çıxan vaxtıdır. Sən baxırsan, fikrin o şeylərə yönəlir. Ancaq bir də onun fərqinə baxsan ki, biraz 3 santı aşağı nəzərlərini sal, orada sən boz torpaq görəcəksən də. Və orada bir dənə fikirləşirsən ki, məsələn, mən bunu tez-tez fikirləşdiyim məqamlardır. Bu boz torpaq, hansı ki, onun içində sən 10 metr qazsan da, onun içində qırmızı deyilən bir element yoxdur da, o rəngdə element yoxdur. Ancaq o boz torpaqdan, o monoton rəngli və eyni elementlərdən ibarət olan o bir ünsürdən necə belə fərqli rənglər çıxır. O fərqli rənglərin çıxmağı üçün indi bir dastan bioloqlar burada başlayacaqlar danışmağa, onun içində gedən proseslər. Bu yenə də detala salır da səni. Ancaq sən başını bir dənə çıxardanda sən desən ki, yox, bax, mən ümumi prosesin özünə baxıram. Bu boz torpaqda bu fərqli rənglərdən ibarət olan fərqli canlılar necə çıxdı? Və yaxud da ki, indi sudan danışdıq, düzdür. Bunun tərkibi 2 hidrogen molekulu, bir dənə də oksigen molekuludur, düzdür. Hidrogen və oksigen öz-özlüyündə bu cür belə axıcı, susuzluğumuzu yatızdıran belə bir xüsusiyyətə malik deyirlər. Necə olur ki, indi dediyim bu detal deyil. Bu dediyim artıq sən qlobal baxırsan. Necə olur ki, bu 3 dənə molekul birləşəndə tamam fərqli, bu 3 elementdə olmayan tamam fərqli bir funksiya başlayır. Yəni, sən bu şirin çay deyil, şəkəri tökəsən, çayın içine qatışdırasan, tamam başqa bir şey, keks yaransın. Elə bir şey deyil. Bu, fərqli elementlərin birləşib yeni bir şeyə çevrilməsi. O yeni bir şey, o artıq qəflətdən oyadır. Sən onda onu baxanda deyirsən ki, bu doğrudan, bu həqiqətən möcüzədir. Və qəflətdən oyanmaq üçün də sən yenə də detallara yox, oradan bir kənara gəlirsən və sən başlayırsan orada bütün o şeylərə diqqət etmək. Quran-ı Kərimdə Bəqərə surəsində var, belə bir ayə var. Məhz bu məqama toxunur. Deyir ki, göy yerin hərəkətindən danışır. Sonra deyir ki, yağışı yendirdik və boz torpaqdan fərqli deyir bitkilər çıxartdıq. Və bütün canlıları su vasitəsilə ətrafda yaydıq. Təzə vaxtı deyirsən ki, hamının bildiyi ümumi bəsit mövzudan danışır. Ancaq əslində burada müqəddəs kitab bizi bu detalın içindən qaldırır. Deyir ki, başımı onun içindən baxmaya, bu yağış yağdı, necə axdı, quru torpağı nəm elədi. Bir də kənara bax, gör ki, bu bəsit monoton sudan, bu bəsit monoton boz torpaqdan necə bu fərqli canlılar və fərqli bitkilər, flora və fauna necə yarandı? Bu proses əslində bütün fəlsəfi qanunları dağıdır. Özündə olmayan bir şəxs, bir şey, özündə olmayan bir şey yarada bilməz. Yəni, mənim cibimdə pul yoxdursa, mən sizlərə pul, sərvət verə bilmərəm də. Bunu biz əksini təbiətdə görürük. Torpaq özündə olmayan şeyləri necə yaradır və ya da su özündə olmayan cana və həyata necə başlanğıc verir. Bunlar mənə görə bir pərdələrdir. Qəflətə salan da odur ki, biz yenə də giririk onun fərqinə varmadan, o detallarına başlayırıq, onun içində o qədər, belə deyim də, belə hərəkət eləməyə, işləməyə, artıq o böyük bir prosesdən biz qəflətdə qalırıq və ömrümüz də bizim 10 illərlə gedir də, məsələn, 20 il, 30 il, 40 il, 50 il, 70, 80. Sona doğru daha sürətlənir və ondan sonra bir də görürsən ki, yəni ömürlər bitdi və artıq sən qəflətdən oyanışlar çox az oldu. Ən faciəsi odur ki, insanların qəflətdən oyanması da mütəmadi prosesdir. Sən əvvəldə qeyd etdiyim kimi, həmişə bir mübarizə aparmalısan. O mübarizənin içində çalışmalısan ki, yuxuya getməyəsən, oyaq qalasan, oyaq vaxtı nəsə eləyəsən, oyaq vaxtı nəsə düşünəsən, o çox çətindir. Təzədən yuxuya gedirsən, oyananda 5 il keçdi, 10 il keçdi. Bir nəfər var idi, mən bu şeyi tez-tez eləyirəm. Hansı bir yanlışlıqları var. Mən ona deyirəm ki, bu yanlışlıqları, adamın o vaxtı mən bunu deyəndə, ardası bir 27-28 yaşı var idi. Böyle bir faciəvi uçuruma doğru gedir. Danışandan sonra bir
ağlamaq həddinə qədər çatdı. Çünki anladı ki, səhv eləyir, böyük bir yanlış yola qoyub addımlarını. Mənə dedi ki, söz verirəm, düzələcəm. Mən buna qayıtdım, belə bir söz dedim. Dedim ki, sən əgər bax, məndən ayrılan kimi gedib bu şeyləri başlamasan və düzəlməyə çalışmasan, sən 1 ildən, 2 ildən sonra mən səni görəcəm və mən o bugünü sənin yadına salacağam və sən yenə də dəyişməmsən. O dedi, yox, dəyişəcəm. Üstündən 1-2 il keçdi, bu adamı yenidən gördüm. Dedim ki, o məsələlər necə oldu? Dedi, yenə də elə əvvəlki qaydadadır. Dedim, yadındadır, biz bu söhbəti eləyəndə üstündən 2 il əvvəl eləmişdik. 2 ildə sən heç nə dəyişməmsən. Dedim, yenə də danışdım, yenə də bir narahatçılıq. Dedim, o gün bugündür. Və sən gedib indi o addım atmalısan. Əgər etməsən, yenə də bir 3-4 il keçəcək və bu cür illər sənin ömrün tükənəcək də və sənin həyatın daha bərbad bir vəziyyətə gələcək. Ondan sonra bir də gördüm, haradasa bir 35 yaşı vardı, sonra 40 yaşı vardı. İndi o adamın bir 50-yə yaxın yaşı var və həyatı darmadağındır da. Şəxsi həyatından tutmuş mənəvi həyatı, əvvəl əlində olan bütün mənəvi dəyərlər hamısı gedib və insan da belə bir çıxa bilməyəcəyi bataqlığa elə girib ki, məsələn, ağlayar, özünü dağa daşa vurar, nə bilim, antidepressantlar atar, o da onu daha çıxarda bilmir. Çünki ruhun yatıbsa, fiziki silkələməklə sən oyana bilməyəcəksən. Deməyim nədir? Bu qəflət çox təhlükəli bir şeydir və bizi illərimizi aparır və oyananda artıq bir neçə il gedir və bir fərqinə vardığın bir şey var. Təzə vaxtı sənin oyanma şansın daha çoxdur və müəyyən bir vaxtdan sonra sanki elə bil ki, həyat səndən o şansı alır. Yəni 2-3 o ilk oyanışlar ki dedik, o oyanışlarda düzəlmə ehtimalın sonradan get-gedə səndən sanki alınır və elə bir ki, o fürsət dəyərləndirdin. Dəyərləndirmədinsə səndə alınmır. Bir fərdi inkişaf koçu var, bir 40 illik bir təcrübəsi var. Minlərlə bir insanlar üzərində bir araşdırma edib çıxışları olub. Onun maraqlı bir qeydi var idi. O deyir ki, mən öz təcrübəmdə görmüşəm ki, 90-95% insanlar hansısa çıxışdan sonra bir qəşəng kitab oxuyurlar, təsirlənirlər. Ondan sonra bu təsir gücü 3 gün ərzində qalır və hər gün onun düzəlmə şansı azalır, oyanma şansı azalır. Məsələn, danışıldı və yaxud da nəyisə bir kitab oxudun, bir şok yaşadın və yaxud da bir dənə hadisə gördün, oyandın bir anlıq. İlk gün sənin düzəlmə şansın 90%'dir. İkinci gün düşür 70'ə. Üçüncü gün düşür 30'a və deyir, üçüncü gün bitəndən sonra növbəti günlər adi günlərə çevrilir. Deyir, mən diqqət eləmişəm ki, 90-95% insanların, yəni bu 3 gündə oyandılar. Əgər oyanmadılarsa, o dostum kimi də, yəni bir 4 ildən sonra görəcəksən, yenə də danışacaqsan, onda da yenə də ani təsir və oyanan kimi insan başlayır, yəni özünü döyməyə, ağlamağa, sızıldamağa. Çünki deyir ki, mən yəni doğrudan necə faciəvi bir şəraitdə yaşayıram. 3 gün çəkir. 3 gün ərzində dəyişdi. Dəyişmədisə, bu bizdə ifadə var, köhnə hamam, köhnə tas, bu cürdə gedir və sadə bir hilədir və çox praktik hilədir. Yəni hamıda işləyir demək olar ki, hamıda bu hilə ilə elə aldanırlar, gedirlər. Bir də mən deyərdim ki, bizi aldadan səbəblərdən biri də vaxtım var düşüncəsidir. Mən düşünürəm ki, övladıma tərbiyə verməyə vaxtım var. Mən düşünürəm ki, özümü belə dəyişməyə vaxtım var. Səhvimdən dönməyə vaxtım var. Hansısa xoş bir sözə etiraf eləməyə vaxtım var. Yaxşı insan olmağa, yaxşı bəndə olmağa, yaxşı vətəndaş olmağa vaxtım var. Və bu düşüncə də bizi aldadır. Mən elə bilirəm, ömrüm çoxdur, mən elə bilirəm, hər şey qaydasındadır. Və bir də gözümü açıram ki, görürəm, indi əvvəl elədiyim şeyləri indi eləyə bilmirəm. Məsələn, müəyyən bir yaşla bizim potensialımız gedir. Məsələn, hər idmanın bəlli bir yaşı var. Ümumi olaraq deyirlər ki, 25-27 yaşdan sonra peşəkar idmanın daşını atmalısan. Deməli, bunlar üçün bir bəlli yaş var. İnsanın bəzi səhvlərini dəyişməsi üçün də bəlli yaş var. Elə yaş var ki, 60-dan sonra sən qeyri-mümkün də onu dəyişəsən. Bir var, deyəm ki, məni bağışla, bu adam səni bağışlaya. Bir də var, sökülmüş o xarabalıqları, dağılmış xarabalıqları sən təzədən bərpa eləyəsən. Müəyyən bir yaşdan sonra sən bunu, yəni o yerə gəlib çıxmısansa, sənin geri dönməyin doğrudan da çox çətin olur. Gücün gedir, düşüncən kütləşir, bacarıqların azalır, həvəsin azalır, əvvəlki sürətin olmur. Bütün bunlardan sonra sən o sağlam, o güclü vaxtı eləmədiyin işləri necə eləyə bilərsən?
Keçən dəfə deməli bir rayona getmişik, hündür bir dağa qalxırıq. Atam mənim həmişə belə sağlam bir insan olub da. İndi də Allah bütün valideynlərə can sağlığı versin. Məsələn, idmançı olub, özü məsələn sağlam həyat tərzi ilə yaşayıb və həmişə mənim əlimi sıxanda mənim əlimi incidirdi də. Belə bir gücü olub. Dağa çıxırıq. Atam mənə qayıtdı, dedi mən heç ağlıma gəlməzdi ki, mən yorulmağı hiss eləyəcəm. Mən haçansa yorulacam. Və deyir ki, mən elə bilirdim ki, 60 yaşda da belə olacam, 70-də də belə olacam, 80-də də belə olacam. Və danışır ki, mən bilirsən nə edirdim? Mən o vaxtlar da yadımdadır da. Bu adam səhərdən axşama aylarla işləyirdi. Yəni yuxusuz, yeməksiz, açsız adam yorulmaq bilmirdi də. Mən yorulurdum, kişi yorulmurdu. Ancaq o gün qayıdır deyir ki, mən deyir uzun il bu fikirlə yaşadım ki, yəni yorğunluq mənə yaxın düşməyəcək. Bel ağrısı məndə olmayacaq. Nə bilim mən taqətsiz ola bilməyəcəm. Ancaq deyir mən bu dağları əvvəl 1000 dəfə çıxıb qalxırdım. Deyir indi mən ortasına qədər gəlmişəm və mən yorulmuşam. Və mən onda fərqinə vardım ki, indi düşüncədə də mənəm. Yəni mən də o düşüncədəyəm ki, yox, mən yorulmayacam. Yəni o günlərdə məndə olmayacaq. Yəni bizlər bu dəqiqə real nəyi hiss eləyirəmsə, o hissin daimi olacağını hiss eləyirəm. Mən indi bu dəqiqə yəni ac deyiləmsə, mən bu dəqiqə atəşim yoxdursa, mən elə bilirəm ki, yəni susuz mən gedərəm bir 10 gün yaşayaram, heç nə olmaz da. Və yaxud da indi sağlamamsa, mən düşünürəm ki, həmişə belə olacaq. Onda fərqinə vardım ki, atamın o örnəyi əslində mənə aiddir. Mən bu dəqiqə düşünürəm ki, yox, mən indi çıxıram, mən heç vaxt yorulmayacağam. Kişi mənim düşüncəmə toxundu və başa düşdüm ki, bir zaman bu sözü mən övladıma deyəcəm. Və mən övladıma deyəndə, övladım da özündə deyəcək ki, nə yorğunluğu, bu nə danışır ya, yox, mən yorulmayacağam. Bu hamımızın düşdüyü bir tələdir. Və faciə bizim yorulmağımızda deyil, faciə bizim yaşlanmağımızda deyil. Faciə bizim o dağa əvvəl çıxırdıq, indi çıxa bilmirik, onda deyil, qətiyyən onda deyil. Faciə odur ki, bu bizi aldadır və bu aldatmaq bizim nəzərimizdən böyük fürsətləri qaçırdırıq. Diqqət edirsiniz, faciə buradadır. Mən hansısa bir hədəfimə doğru gedə bilərəm, vaxtında addım atmalıyam, mən atmıram. Mən bir kitabı oxuya bilərəm, mən onu oxumuram. Və yaxud da ki, mən sağlamam, nəsə xəstəliyim üçün bir şeylər eləyə bilərəm ki, xəstələnəndə o xəstələnən vaxt o problemləri elə yaşamayım, mən onu eləmirəm. Sağlam həyat tərzi ilə yaşaya bilərəm, yaşamıram. Yolumu müəyyən eləyə bilərəm, eləmirəm. Əzizlərimi, yaxınlarıma mən qayğı göstərə bilərəm, diqqət eləyə bilərəm, mən onları eləmirəm. Faciə buradadır. Yoxsa bu hamı bilir, yorulmayan bir gün yorulacaq və bir gündə bəlli bir vaxtda bizim hər şey əlimizdən çıxacaq. Ancaq bu dediyimiz aldanma bizə nəyə səbəb olur və bədəlli nədir? O dəhşətli bir şeydir. Bunu da bilmək üçün elə başımızı qaldırıb ətrafımıza baxsaq, bəzən də öz həyatımıza baxsaq, biz o faciəni orada görürük ki, biz özümüz belə nələr əlimizdən vermişik. Məsələn, mən özümə tez-tez verdiyim suallardan biri budur. Sən həyatını bir də yaşasan nəyi dəyişərsən? Və özümə deyirəm ki, əgər sənin dəyişməli şeylərin çoxdursa, ki, ay, kaş bunu belə eləyərdim. Bu onu göstərir ki, sən deməli o düz yoldan çox sapmısan. Yəni mən əgər deyəndə ki, mənə bir də həyat verilsə nə edərdim? Deyərdim, filan kəslərlə dost olmazdım, filan qidaları yeməzdim, filan qərarları verərdim, filan tənbəllikləri etməzdim. Nə qədər bu kaşkilərim çoxdursa, onu göstərir ki, mən yanlış bir həyatla yaşamışam da. Ona görə bu sual, məsələn, mənim özümə verəcəyim suallardan ən önəmlisi budur. Yəni sən indi bu qədər yaşın var, 20 yaşın olsa nə edərsən? Bu həyatı təzədən yaşasan nə edərsən? Və çalışıram ki, indi elə bir şeylər eləyim ki, 5 ildən sonra bu sualı verəndə kaşkilərim sayı çox olmasın. Yəni biz onu azalda bilərik ya, o kaşkiləri azalda bilərik. İndi 30 yaşım var, 5 dənə kaşkim varsa, həyatımı dəyişməsən 5 ildən sonra 20 dənə mənim kaşkim olacaq. Ya bu 5 ildə sən daha da onu üst-üstə qoyacaqsan. Nə qədər sapırsansa, həyatını sonradan reysi qoymaq bu həddən artıq çətin bir məsələ olur. Biz də oyanış nədən başlamalı? Məsələn, bu söhbətlər mənə görə çox önəmli bir söhbətdir. Yəni bu cür söhbətlər, bu cür nə bilim, bu qapı, bu mərkəz həqiqətən bu tip mövzuları qoyur da. O mənə görə çox dəyərlidir. Məsələn, müasir psixologiya daha çox köklənib insanın qorxuları, kompleksləri, nə bilim, hansısa bir problemləri, problemlərin forması dəyişir. Əvvəl zərərli vərdişlər narkomaniya idisə, indi ludomaniya oldu. Nə bilim, oyun, qumar alətlərinə aludəçilik.
və yaxud da ki, sosial media aludəçiliyi. Yenə də aludəçilikdir. Psixologiya bununla məşğul olur. Ancaq bu mövzular, bu psixologiya mövzularını aşan mövzulardır və mənə görə ən önəmli mövzular da budur. Ki, yəni biz niyə varıq, insan nəyə görə? Ola bilsin biz doğrudan elə boş yerinə varıq. Ancaq onu düşün bu qərara gəl. Ola bilsin biz məsələn də yolun sonu elə uçurumdur, hamı düşəcək o uçuruma və onunla da bitəcək. Ola bilsin budur. Ancaq bu yenə də sənin öz fikrin olsun da. Kiminsə cəmiyyətin dediyi o biorobot kimi verilmiş bir qərardır, sən də təsdiqləyirsən, bu cür yox. Yəni düşün, qərar özünün olsun, sonunda bədəli də elə sənin özünə yazılsın. Yəni çox maraqlı bir mövzudur, yəni məqamdır. Mən yəni o mövzuları hamı bilir də. Ancaq o oyanma, o işığın yanması hər dəfə baş vermir. Hansı hadisəni görəndə baş verir, öz əlin yanır, baş verir. Və ya da sən o yaşa çatırsan, mənim yaşıma gələndə başa düşərsən bala. Yəni o yaşa gələndə doğrudan deyirsən, yəni bəzi şeylər zamanla anlayırsan, bəzən o hadisələrlə anlayırsan. Bəzən xəyanət eləyirsən, sən bu acının fərqinə varmırsan, ancaq sən xəyanətə məruz qalanda bir növ həyat sənə başa salır ki, bax, doğrudan necə acıdır. Onda biraz fərqli bir şey olursan. Ancaq məsələn Rövşən Abdullaoğlu burada necə eləyir? Mən həyatın əvvəlindən çox şeyləri başa düşmədən eləmişəm. Və indi də həyatımda bəzi məsələlər, indi daha çox anlayıram bir çox mövzuları. Ancaq yenə də həyatımda başa düşmədən etdiyim bir çox şeylər var. Və mənim həmişə qaydam bu cür olub da. Sən gözləsən ki, nə vaxt tam başa düşəsən, onda gec ola bilər. Və ona görə bəzi şeyləri mən ağılla qəbul edirəm ki, məsələn, səhər tezdən durub bu işi görmək lazımdır və filan yolla getmək lazım deyil. Bu zəhərdir, bunu toxunmaq olmaz. Ancaq bunun mahiyyətinə başa düşməmişəm. Əlim yanmayıb, o yaşım azdır və yaxud da təcrübəm azdır. Ancaq özümdə həmişə belə bir prinsip qoymuşam ki, yəni ağıl olaraq ki anlayıram. Yəni ağılın dərkində bizdə heç vaxt maneə yoxdur. Hissin dərkində var. Mən məsələn deyirəm, atam deyəndən sonra mən anladım, ancaq o anlamaq hissi olaraq anlamaqdır. Mənim içimdə bir belə titrəmə oyandı və mən emosional olaraq onu dərk elədim. Bir bəlkə də ekzistensial dərk oldu da. Ancaq o vaxta qədər mən rasional ağılla bilirdim ki, sən də qocalacaqsan, yaşlaşacaqsan, hamı öləcək, hamı o dağa çıxanlar bir gün çıxa bilməyəcəklər. Bunu mən bilirdim ağıl olaraq. Bu ağıl bəzilərini hərəkətə gətirir, bəzilərini gətirə bilmir. O oyanış məsələsi, onu gözləsək çox çətin mövzudur da. Yəni o oyanış nə vaxt baş verəcək? Bəlkə vermədi, bəlkə gecə oldu. Ona görə mənim həyatda həmişə məsələn də bir prinsipim bu cür olub ki, yəni bu belədir, bunu eləmək lazımdır. Və orada artıq mən məsələn hissi gözləməmişəm. Mən məsələn gülməli gələn sözlərdən biri budur. Bəzən deyirlər, məsələn bu inancılar arasında tez olur. Mən məsələn deyir, hansı ziyarətidir, deyir o məni çağırmalıdır. Yaxud da içimdən gəlməlidir. Sənin nə vaxt çağırmalıdır? Sən əgər addım atmırsansa, o səni çağırmayacaq. Bu şeylər çox eşidirəm ki, məni çağırmalıdır. Deməli, yəni vaxtı deyil də. Bəlkə o gözləyir ki, səndə nəsə bir addım atasan da. O çağırmaq biraz illüziyadır. Mən nə qədər adam tanıyıram, o çağırmaq illüziyasından artıq yaşları nə bilməyib, daha o vaxtı da keçib bizdə çağırsa da gedə bilməyəcək də. Ona görə o məsələn mənə bir mif gəlir də o. Və yaxud da içimdən gəlir, içimdən gəlsin. Yəni içimdən gəlmək deyib, sonra içindən gəlib edən adam mən tanımıram. Yəni mən həmişə edən adamları məcburiyyətdə görmüşəm. Özünü sıxıblar, məcbur eləyiblər. Ondan sonra içindən gəlib. Yəni içdən gəlmək bunlar bizə aldadan illüziyalardır. Məsələn şəxsən indi ola bilsin başqalarında elədi, mən ətrafımda da elə görməmişəm. Mənim özümdə də o içimdən mənim bir çox şeylər sonradan içimdən gəlib. Bir çox şeylər. Məsələn mən idman yadımdadır ki, 7 yaşında mən idman məşqlərinə getmişəm. 7 yaşlı uşağın içindən idman necə gələ bilər? Mənim içimdən nəyə görə gəlib? Ona görə ki, mənim belə deyim, 1-ci sinifə girəndə bizim orada bir parta yoldaşım vardı. Bunlar 3 qardaş idilər. Hər 2 qardaşı idmançı idi, güləşçi idi. Bunu da aparmışdılar və bu yaxşı güləşirdi, eləyirdi və mən bunun belə deyim timsalında görürdüm ki, sən məşq eləməsən, müəyyən bir vaxtdan sonra zəif olacaqsan, özünü qorumalısan, güclü olmalısan. Ancaq mənim içimdən gəlmirdi. Ancaq bu düşüncə ilə gedirdim ora və illərlə ora gedirdim də. İçimdən nə vaxt gəldi? İçdən 1-2 ildən sonra, vərdişə çevriləndən sonra ləzzət eləyə bilər. Bəzi şeylər var, heç mənə ləzzət eləmir. Ancaq mən o şeyləri eləyirəm. Məsələn, çıxış eləməklər.
Mənə xoş gəlməyən bir şeydir də, tam bir etiraf edeyim. Mənə məsələn kitab yazmaq mənə çox zövq verən bir şeydir. Yazıram, heç kəs mənə görməsin, lap çap eləyim, heç adım da üstündə olmasın. Bu mənə zövq verən bir şeydir. Ancaq məsələn auditoriya qarşısına çıxmaq heç vaxt içimdən gələn bir şey. Mən məsələn o mövzuda introvertəm. Peşə seçimində introvert və ekstravert olmaq çox ciddidir. Məsələn, elə peşələr var ki, ofis işləri introvertlər üçün möhtəşəm işdir. Otursunlar, səhərdən axşamı kimi yazsınlar, pozsunlar. Ancaq sən bunları çıxarsan kütlə qabağına, bu ciddi stres yaşayacaq. Ona görə introvert spiker tez ölür. Introvert spiker tez qocalır. Ciddi depressiya altına girir. Və yaxud da ki, məhsul vəzifələr hansı ki, bu şəhərdən o şəhərə gedir, çıxış edir. Introvertlər üçün stres burada ekstravertlərə baxanda yəni kəllə çarxdır. Nəyə görə? Çünki bu təbiətinə zidd hərəkət edir. Ona görə psixoloqlarda mən tövsiyə verəndə, mən də bəzən məsləhət verəndə deyirəm ki, bunu nəzərə al. Nə qədər təbiətin əksinə gedə biləcəksən, sənin həyatda mənan o qədər böyük olmalıdır ki, bir ömür axına qarşı gedəsən. Və bu sonra dəyişirmi? Demək olar ki, dəyişmir. Məsələn, ciddi introvertlərdə yəni təbiətin dəyişməyi mümkün olmur. Azalır, şey olur, ancaq biraz bu özünü boşaltsa təzədən əvvəlki vəziyyətinə qayıdacaq. Məsələn, mən heç vaxt düşünməmişəm ki, çıxış edeyim auditoriya qabağında. Mən demişəm ki, həmişə oturacam mən həmişə arxa partada oturmuşam. Məsələn, ön partada belə oturan insan olmamışam. Partam həmişə axırda olub. Həyatda da məsələn də nəsə müəllim deyirdi, şeir verim, nə bilim, hekayə danış. Məni elə bil ki, nə bilim, bu zülmə salırdılar. Bir aydan sonra biləndə ki, mən şeir deməliyəm. Bir ayım bütün burnumdan gəlirdi də. Deyirəm, bu hardan mənə bu şeiri verdi? Və heç vaxt da alındırmırdım. Mən heç vaxt şeir deyə bilməmişəm. Bir dəfə Yunus Əmrə institutuna çağırdılar, bir il bundan əvvəl. Mən neçə ildir şeir demirəm də. Özümə dedim, bəlkə yəni, bir şeir burada deyəsən Yunus Əmrədən. 2 kupletli şeir, birincisini dedim, ikincisi bütün yadımdan çıxdı. O institutun orada rəhbəri də vardı, Türk. Sonuna da o gətirdi. Yəni, məndə məsələn o cür deyil də. Ona görə bir çox şey var ki, yəni mən o şeyləri başa düşürəm ki, bu önəmlidir. Bunu etmək mühümdür. Bunu eləyirəm. Və o mövzularda həmişə mən belə təbiətimə zidd getmişəm. Ona görə ciddi orada stres alıram, narahatçılığım olur, falan şey olur. Məsələn, səyahətlərdə mən zövq alan adam deyiləm. Bunu da deyim, burada çəkirlər, sonra paylaşacaq. Məsələn, səyahətlərdə mən Qubaya gedib orada hansı bir dağda, nə bilim, təbiətə baxım. O mənə daha çox zövq verər. İndi məsələn, ayın sonu mən Amerikaya getməliyim. Özümə deyirəm ki, sən də peşə tapdın da sən. Məsələn, o məni yorur, mənə zövq vermir. Həqiqətən o proses zövq vermir də mənə. Ancaq məsələn də orada bir araşdırma, bu şeylər mənə stimullaşdırır. Deyirəm, bunu eləməlisən, filan muzeyə getsən, filan nə bilim tədbir var, orada getməlisən. O məni motivasiya edir ki, bu zəhmətlərə qatlaşım. Ancaq məni belə özümü buraxsaz, mən məsələn heç qətiyyən də deyirəm belə, tamam başqa bir həyat tərzi keçirərəm. Nəyə gətirirəm? Həyatda hər şey içimdən gəlsin, hər şey belə o işığı yansın, belə oyanım və deyim ki, doğrudan indi başlayım. Yəni o real həyatda çox az olur. Demək olar ki, olmur. Məndə olmayıb elə bir şey. Həyatımın bir çox hissələrini mən ağılla düşünmüşəm, bunu etmək lazımdır və bunu edirəm. Düzdür? Onda müəyyən bir vaxtdan sonra vərdişə çevrilir. Mən ümumiyyətlə, yəni bu sualı özümə həmişə vermişəm ki, necə olur ki, biri digərindən fərqlənir, insanı həyatda aparan şeylər nədir, təkan verən o güc, əsas o güc mənbəyi nədir? Və mənim həyatımda o fikir bir neçə dəfə dəyişib. Bir neçə dəfə dəyişib və son gəldiyim, yəni son neçə illərdə, bəlkə bir 5 ildə, 7 ildə artıq şuurlu bir şəkildə gəldiyim bir nəticə var və hazırda bu dəqiqə o fikirdəyəm ki, insanın inkişafı irəli getməyə bir səbəbindən asılı deyil. Məsələn, psixologiyada, məxsusən də fərdi inkişafda bunu motivasiya ilə əlaqələndirirlər. Ancaq mənə görə motivasiya kifayət deyildir. Elə yerlər var ki, orada sən motivasiya nədir? Motivasiya qısa müddətli bir hardasa enerjidir, bir stimuldur, düzdür? Ancaq indi onun istənilən forması, istər daxili, istər xarici olsun, bir neçə vaxtdan sonra o motivasiya baxıb görürsən tükənir və yaxud da ki, motivasiya mənbəyi ümidlərin ona yəni azalır və motivasiya da aradan gedir. Və öz həyatımda görmüşəm ki, bir çox hallarda motivasiyasız getmişəm. Mən motivasiyam orada demək olar ki, olmayıb da. Ancaq mən o işləri görmüşəm. Elə insanları da tanıyıram.
tarixdə də elə insanlar olub. Ona görə son belə gəldiyim qənaət budur ki, insana təsir edən kompleks amillər var və bir dəfə bir nəfər gəldi mənim yanıma. Nəsə çox belə bir prosesdən sonra nəsə dedim, bir görüşdüm bu insanla. Böyük faciəvi bir keçmişi var bu insanın və elə şeylər danışdı, məsələn, keçmişi hansı problemləri yaşayıb. Ancaq o problemlərə baxmayaraq bütün psixoloqları şoka salan bu insanda sağlam düşüncə qalıb və hissləri də demək olar ki, yəni normaldır. İndi mən buna desəm ki, bu insan nə yaşayıb? Yəni hər şey yaşayıb da və o psixologiya dağılmalıydı. Ancaq bu insanın psixologiyası demək olar ki, məsələn, güvən itməli idi, ancaq güvən qalıb. Bu insanlarda bunda cəmiyyətə bir belə deyim, nifrət olmalıydı, o nifrət yox idi. Yaradana qarşı içində bir üsyan olmalıydı. %100 bu tip insanlarda olur. Bu insanda yox idi. Özü deyirdim, məsələn, mən Allahdan heç vaxt küsməmişəm. Yəni bu adam elə şeylər danışırdı və onda bir dənə düşündüm ki, dedim bu insanı ayaqda saxlayan nə olub və baxıb gördüm ki, hansı qənaətə ki gəlmişəm bir insanı yaşadan bu amillərdir. O insanın həyatında da o var idi. Belə bir kitab sonra qələmə aldım, 10 sərkərdə. Bu il çapdan çıxacaq. 10 sərkərdədə məhz bunun üzərində mən toxunmuşam ki, yəni bir insanı irəli aparan məhz o 10 sərkərdədir. Yəni, mənə görə motivasiya 10 sərkərdədən biridir. Ancaq 9 olmasa sən motivasiya ilə heç nə eləyə bilməzsən. Və sonra dedim ki, bunları, bu düşüncələrimi bir kitab halına alım. 1-2 aya bu kitab çap üzü görəcək. 10 sərkərdə və indi danışdığımız mövzu da ona gəlir də. Bir insanın həyatda, məsələn, oyanış mənə görə o sərkərdələrdən biridir. Ki, məsələn, oyanış olmasa digər şeylər mexaniki hərəkətə çevriləcək və nəticə əldə edə bilməyəcəksən. Bir də psixoloqlarla bağlı bir məqamı demək istəyirəm. Ona da biz orada toxunduq. Bizlər bəzən psixoloqu əxlaq müəllimi ilə səhv salırıq. Və bu cür ifadələri mən çox eşidirəm ki, müəllim filan kəsi gətirim sizin yanınıza, bir dənə onu ilə danışın, bunu siz danışsanız o düzələcək. Deyirəm ki, bu adamın nə problemi var? Deyir, heç bu əylənmək istəyir, nə bilim, evdən pul oğurluyur, kimisə aldadıb, nə bilim, ondan fırıldaqçılıqla pul əldə eləyib, cavan uşaqdır da, gedir, hansısa bir pis dostları var, onlara qoşulur və mən ona bəzi suallar verirəm, məlum olur ki, bu adamın psixoloji olaraq heç bir problemi yoxdur. Adam əxlaqi problemi psixoloji problemlə səhv salır və elə bilir ki, psixoloq bir əxlaq ustadıdır və bu insan dəyişəndir. Baxın, psixoloji problem nədir? Bu adam cəmiyyətə adaptasiya ola bilmir, dostları ilə yəni ünsiyyət qura bilmir. Bu insanın həyatda yaşamağına mane olan ciddi içində kompleksləri, qorxuları var. Ancaq bu adam çox gözəl əks cinsindən ünsiyyət qurur. Aldatma, yəni zehni də, IQ-su da çox yuxarıdır. Sadəcə olaraq bunun əxlaqi problemi var. Sən bunu psixoloqun yanına aparsan, pulu boş yerdən xərcləmiş olacaqsan. Psixoloq onu həll eləmir ki, psixoloq ona bir neçə sual verəcək, uzağı bir test aparacaq. Baxıb görəcək ki, bu uşağın beyni, hər şey yaxşıdır. Bunun əxlaqi problemi var. Adam istəyir, qəşəng yaşasın, tez bir zamanda o həzlərə çatmaq istəyir. Bəzi çevrələr var, orada zövq alır. Bunun problemi ideoloji problemidir. Bunun həyata baxışında problemi var. Sən onu mənim yanıma gətirsən, mən bir, nə bilim, teoloq kimi onunla danışacağam. Bir filosof kimi danışacağam. Mən psixoloq kimi onunla danışa bilmərəm. Çünki bu adamın psixoloji heç bir problemi yoxdur. Ona görə mən belə yüzlərlə belə müraciətlər görürəm və bir çox psixoloqların yanına da bu qismdən aparırlar. O psixoloq əgər insaflı olsa, deyəcək ki, bunun heç bir şey yoxdur, mənlik deyil. İnsaflı olmasa öz şəxsi təcrübələri ilə, bunu ilə bölüşəcək, bunu da daha da belə həyatını darmadağın eləyəcək. Bir nəfər mənə deyir ki, müəllim, o psixologiya işləmir. Deyirəm, necə işləmir? Deyir ki, mən həyətdən çıxıram, orada şlaqbam var. Baxıb görürəm ki, uşaqlar şlaqbamla dartırlar, belə sallanırlar. Orada da bir 4-5 dənə valideyn var. Mən deyir, oxumuşam da məsələn sizin kitablarda zadda belə mədəni danışımlarla, nə bilim, bunlara bir özgüvən ver, bunlara bir şəxsiyyət ver, ondan sonra bunlar sənin dediyi eləyəcək. Mən də deyir, ağıllı pəncərəni saldım aşağı, dedim ki, dəyərli analar, sizin övladlarınız bu şlaqbamı burada dartırlar, bu sonra qırılacaq. Çox xahiş edirəm bunlara. Deyir, analar hamısı bir ağızdan qışırdı ki, uşaqlar harda oynasın. Deyir ki, müəllim, psixologiya işləmir. Mən deyirəm ki, orada
problem psixologiyada deyil. Onların problemi əxlaqi problemdir. Əxlaqi və vicdani problemi olan insana psixologiya təbii ki işləməyəcək. Psixologiya işləyir burada. Sən isə buradan danışırsan. Burada bu tamam başqa bir mövzudur. Yəni psixoloq onun işlədiyi predmet, mövzu, onun kompleksləridir, qorxularıdır, bunun nə bilim hansısa cəmiyyətlə bağlı bir içində gedən proseslərdir, onları həll etməklə problemini həll eləyəcək. Bu cür mövzulardır. Ancaq bunların problemi vicdani, əxlaqi problemdir. Ona görə dəyərli analar orada artıq orada işləməyəcək. Deyir ki, harda oynasınlar? Yəni cəmaatın orada şlaqbaumunu dağıdır və başqasının mülkiyyətinə zərər vurur. Adam başa düşmür ki, bu işi etmək olmaz. Bu uşağın oynasın deyə kiminsə mülkünə zərər vura bilməsin. Burada hüquqi problem var, dərk problemi var, dünya görüşündə problem var, əxlaqi problemi var. Bu tamam başqa bir mövzudur. Bir də psixoloqların, mən indi psixologiya önəmli bir sahədir. Müasir elmdə, yəni psixologiyasız işləmək mümkün deyil. Bu öz yerində. Ancaq hərdən bir geoloq da həddini aşır, gedir, başlayır fəlsəfi mövzularda danışmağa. Bir nə bilim tarixçi də həddini aşır, başlayır psixoloji. Bu problemdir. Məsələn, psixologiyanın özünün də yanlışlıqları var. O yanlışlıqların birini bizim o dostumuz orada toxundu. Məsələn, onlardan biri insanın yəni həyata baxışını psixoloji bir konsepsiya formasına çatdırırlar. Məsələn, məni belə qəbul elə. Mənə məsələn ən absurd gələn sözlərdən biri budur. Bunu da bu trenddir ya. Bu dəqiqə siz bir dənə sosiallara baxın. Sevginin xüsusiyyəti odur ki, əks tərəfi olduğu kimi qəbul edəsən və sən onu olduğu kimi qəbul etməyənə qədər sən onu sevməmiş sayılırsan. Və bu qəşəng işləyir. Mən əgər müqəddimə verməyib bunu desəydim, siz də deyərdiniz ki, doğrudan da əks tərəfi. Sən məni olduğum kimi qəbul eləmirsənsə, deməli sənin özündə problem var. Mən səhvlərimlə, qüsurlarımla, eyiblərimlə mən həmən insanam. Mən həmən şəxsiyyətəm. Sən mənim eybimi, mənim olduğumu qəbul eləmirsənsə, sən mənim şəxsiyyətimə böyük hörmətsizlik eləyirsən. Qəşəng işləyən bir mövzudur. Albert Ellisin məşhur bir yanaşması var. Bu fikir ondan sonra Avropada yayılıb, oradan da bizə gəliblər. Albert Ellis deyirdi ki, müalicə metodlarından biri budur ki, qeydsiz, şərtsiz şəxsiyyəti qəbul etmək. Yəni şəxsiyyət özünü qeydsiz, şərtsiz qəbul eləsin. Bu REPT deyilən bir psixoterapevtik bir yanaşma var. Onun əsasını qoyanlardandır. Qəşəng fikirləri də var, ancaq bu fikir belə kökündən yanlışdır. İndi düzdür, fərqli izahlar versə də. Bir də deyir ki, əks tərəfi də sən qurtarmaq istəyirsənsə, onu qeydsiz, şərtsiz qəbul eləməlisən. Qeydsiz, şərtsiz qəbulda inkişaf yoxdur. Mənim bir eybim var, qüsurum var. Mən özümü qeydsiz, şərtsiz qəbul eləsəm, mən heç vaxt səhvimi düzəltmək istəməyəcəm. Bir də ki, əks tərəf də səhvi var, mənim də səhvim var. Mən onu qeydsiz, şərtsiz qəbul etməliyəm. O da məni qəbul. Onun da səhvi var, bunun da səhvi var. Ailə, dostluq, nə bilim, şəriklik necə alınacaq? Sən şəxsiyyəti qeydsiz, şərtsiz qəbul eləməlisən. Şəxsiyyət səhvdən ayrıdır. Şəxsiyyəti mən onun səhvindən ayırıram. Ancaq başa salıram ki, bu kobudluq var, bu acı dillik, əxlaqsız davranış. Bu yanlış bir şeydir. Və o qayıdıb mənə deyəndə ki, mənim səsimin tonu belədir. Mənim danışığım bu cürdür. Onda ona deyirsən ki, sən danışığı düzəltməlisən də. Birinin danışığın birinə təhqirdirsə, birini alçaldırsa, sən problem danışığındadır. O cür adamlar çox vaxt başqa biri ilə görürsən, başqa cür danışır. Yəni danışıq o dəqiqə dəyişir. Əslində bir telefon zəngi gələndə adamın danışığı dəyişdi. Ancaq sənə qarşı o manipulyasiyanın ən gözəl növlərindən biridir. Məni olduğum kimi qəbul elə. Və uşaqlarda da bu geniş yayılıb. Və bu uşaqlar dəhşətdir. Bunu eşidən kimi onlara xoşdur axı. Məni olduğum kimi qəbul elə. Sən məni bu cür qəbul eləmirsənsə sevmirsən. Biz səhvlərlə mübarizə və inkişaf da onda qəti olmayacaq. Bir dənə də belə bir beynimə gəldi, bunu da deyim. Bir nəfər, çox eşitmişəm bu şeyləri, gedir psixoloqun yanına, məsələn bir nəfər danışır, adama təcavüz ediblər. Və bu gedir psixoloqun yanına, təcavüz etdiyi şəxs barəsində psixoloq deyir ki, onu bağışla. Və deyir, rahatlıq tapmaq üçün, travmalarından qurtulmaq üçün sən onu bağışlamalısan. Tövsiyə edir ki, məsələn də sən onu bağışla. Məsələn, belə bir insana sən bağışlı tövsiyəsini eləyən psixoloqun beynində bu fikir gəzir ki, bizim içimizdə nifrətdir, qəzəbdir, bunlar düzgün hisslər deyil də. İnsanın daha çox içində hansı hisslər olar? Ümid olar, sevgi olar, qayğı olar, dəyər olar, nə bilim, mehribançılıq olar, bu cür belə fədakarlıq olar, bir tərəfli
işlər görmək olar, yəni qarşılıq gözləmədən. Ancaq bizim içimizdə böyük bir dənə hisslər var ki, o bu hisslərin ziddidir. Məsələn, qəzəb, nifrət, kin, sonra deyin, qorxu, bu utanmaq. Bunlar əslində yaxşı bu hisslər necə olsun? Bizim içimizdə qoyulan bütün hisslərin praktik istifadəsi var. Və heç bir hissi kökündən mübarizə aparmaq o yanlışdır. Sən şəxsiyyəti deformasiyaya uğradacaqsan, dağıdacaqsan şəxsiyyəti. Hə, qorxunun bir limiti var. Mən qorxusuz olsam özümü pəncərədən ataram. Qorxusuz olsam maşının qabağına çıxaram. Limiti var. Nifrət, qəzəb bu mütləq olmalıdır. Elə insanlar var ki, yəni hamını mı bağışlamalıyıq? Mənə görə hamını bağışlamaq mümkün deyil. Və hamını mı sevməli? Yox, mənə görə hamını sevmək də yanlışdır. Yəni bəzi insanlar sən ondan nifrət eləməlisən və nifrəti o insanlara qarşı saxlamaqla, diri saxlamaqla sən zülmə qarşı nifrət eləyirsən, sən nə bilim cəmiyyəti dağıdan şəxslərə və sistemə, nə bilim o düşüncəyə qarşı nifrət eləyirsən. O olmalıdır. Məsələn, Xocalı soyqırımını törədənləri yəni biz bağışlaya bilərikmi? Ümumiyyətlə ya bunu təbliğ eləyək cəmiyyətə, sevgi, kosmopolit olaq. Onları da bağışlayaq. Tarixdə bizə zülm eləyən o düşmənlərimiz hamısını gəl bağışlayaq. Bu nə qədər realdır? Xocalını bu soyqırımı törədənin mənim içimdə fitri olaraq bir nifrət var. Və mənim nifrətim baxıb görürəm ki, şəxslərdən başqa bu işi törədənlə hamıya qarşıdır. Yəni fərq eləmir ki, harda Afrikada törədilsin, nə bilim Avstraliyada olsun, fərq eləmir o işin. Bunu sən diri saxlamasan, sən heç bir zaman zülmlə mübarizə aparmayacaqsan. Sən yəni pisliklərlə mübarizə aparmayacaqsan. Ona görə o da yanlış bir şeydir. Hamını bağışla, hamını sev. Bəzən bunu görürsən də psixoloqlar bunu eləyir, ancaq o da kökündən yanlış bir şeydir. Biz sona qədər mübarizə aparmalıyıq, bir dənə onu deyim. Və bəzən olur ki, valideynin sözü elə də təsir eləmir. Eyni sözü ya bir kitabdan oxumalıdır, ya bir hansısa belə bir tədbirə gəlib qoşulmalıdır, hansısa bir konfranslara getməlidir. Bəzən o cür təsirlər daha effektiv olur. Nəinki valideynin sözü. Çünki valideyn bizə yaxın olduğuna görə o bizə əl çatandır və əl çatan insanın sözü bizim üçün elə də dəyərli olmur. Əlimizdən gələn bir kitab verək oxusun və yaxud da dediyim kimi bu cür tədbirlərə mütəmadi getsin. Və indi mən sizə başqa bir söz deyəcəm. Biz bütün dünyada belə ən gözəl tövsiyələri etsək də belə hamını dəyişə bilərikmi? Bütün övladlarımızı dəyişə bilərikmi? Xeyr. Yəni mən nə qədər övladımı çox sevsəm də, ancaq mən bunu bir valideyn kimi qəbul etməliyəm ki, bu məsələdə şəxsi seçim deyilən bir şey də var. Əgər o seçimi başqa bir yoldursa, mən onu heç vaxt dəyişə bilməyəcəm. Məsələn, tarix də bunu göstərir. Elə dəyərli, elə müqəddəs insanlar olub ki, onların övladları tamam belə zidd cəbhədə olublar, tamam başqa düşüncədə olublar. Valideyn övladını dəyişə bilməyən də özünü müqəssir hiss edir. Və çox valideynlər düşünür ki, övladım uğursuzdur, mən günahkaram. Övladımda problem var, mən günahkaram. Əgər əlimizdən gələni eləmişiksə, bunu anlayaq ki, övladımızın taleyi əlimizdə deyil. 50% mən bir şey eləyərəm, qalan şey də ondan asılıdır. Düzəlməsə oradan ediləcək bir şey yoxdur. Yəni həqiqətən belədir. Çox təəssüflər olsun ki, yoxsa dünyada bu qədər bu dəqiqə elm inkişaf edir, psixologiya, humanitar fənlər inkişaf edib, vəziyyət get-gedə pisləşir. Həqiqətən mənə görə, yəni düzdür, ümid tərəflərinə də inkişaf var. Bu tərəfdə də belə möhkəm düşüncəli insanlar olur. Ancaq bu qədər inkişafla biz niyə bir şey dəyişə bilməmişik? Deməli, hər şey də bizim əlimizdə deyil. Ağıl bir sözlə ifadə olunan bir anlayış deyil də. Biz onu əslində ağıl fəlsəfi anlayışdır. Məsələn, psixoloq belə ağlı tərif vermir. Ağlı tərif verən sahə fəlsəfədir. Fəlsəfədə ağla fərqli formada təriflər veriblər, bölüblər, bəzən nəzəri tərəfə, bəzən əməli tərəfə bölüblər, hər birində belə şax eləyiblər. Xülasə, ümumi olaraq bu cür demək olar. Ağıl bizə müəyyən bir mövzuları dərk eləməkdə, təhlil eləməkdə yardım edən bir qüvvədir. Və nəyin pis, nəyin yaxşı olduğunu bizə anlayır. Sonu görmə qabiliyyəti var ağılda. Cəmiyyətdə, həyatda yerimi mənə göstərə bilir. Və mənim özümü analiz eləmək, mənim özümü təftiş eləmək qabiliyyəti var ağılda. Bütün bu şeyləri ağıl görür. Ağıl düzgün istifadə olunmasa məkrə çevrilir. O siz dediyiniz aldatmaq və hiyləgərlik o məkirdir.
Həzrət Əlinin də bir dəfə yanında bir şəxsi tərifləyirlər. Həzrət Əli qayıdır deyir ki, o şəxsdə ağıl deyildi. Deyirlər ki, filan kəs çox ağıllıdır. Həzrət Əli qayıdır deyir ki, onda olan ağıl deyildi, o məkirdir. Əgər o məkir icazəli olsaydı, mən ərəbin dahisi olardım. O ağlı yanlış bir yolda istifadə edir. Bəziləri ağlı düz yolda istifadə edir. Hər halda, yəni ağıl mənə görə insanın daxili peyğəmbəridir. Və xarici peyğəmbər bizə necə yol göstərir? Elə yollar ki, mən onu ağılla anlaya bilmirəm. Ancaq onlar olmasa, mən öz ağlımla bəzi yerlərə gəlib çıxa bilərəm. Bəzi həqiqətləri anlaya bilərəm. Məsələn, Quran-ı Kərimdə maraqlı bir yanaşma var. Axirətdə insanı hesaba çəkəcək şahidlərdən danışılır. O şahidlər bölünür iki hissəyə. Biri xarici şahidlərdir, məsələn, peyğəmbərlər. Gəlib sənə bu sözləri deyib, sən əməl eləməmsən, bu səni yəni sözünü dedi, tamamladı, dəlilləri sənə göstərdi, əməl etmədi. Bu bir şahiddir, mən dedim. Daxili şahidlər içərisində insanın ağlı göstərilir. Ki, insanın ağlı, insanın şuuru, bu özü də insanın əleyhinə işləyən bir şahiddir. Çünki sənə ağıl, peyğəmbər olmasa belə doğru və yanlış yolu göstərir. Sonra belə bir məqam keçir, elə tayfalar var ki, onlara peyğəmbərlər gedib çatmayıb. Elə xalqlar var ki, peyğəmbərlər ora gedib, yəni peyğəmbərlər bütün dövrləri əhatə eləyə bilməyib də, düzdür. Yaxşı, o xalqların aqibəti necə olacaq? Məsələn, dini terminologiyada onlar müstəzəf anlayışı ilə keçirlər. Yəni, zülm altında qalmış, yəni informasiya blokadasında qalmış insanlar. Yaxşı, bunlar necə sorğu-sualı çəkiləcək? Bunların haqq hesabı necə olacaq? Bunlar deyəcək ki, mənim xəbərim yox idi. Mən bilmirdim bu cür yaşamaq lazımdır. Bu pisdir, bu yaxşıdır. Mən bilmirdim ki, yalan günahdır. Ona görə yalan danışıram. Qeybət mən hardan bilim ki, qeybət pis bir şeydir. Ona görə mən qeybət eləmişəm. Məni niyə incidirsiniz? Afrika tayfalarına gedib baxırsan, kameranı göstərirsən, adam şoka düşür. İndiki dövrdə adamlar kamera görməyiblər. Geyimlərinə baxırsan, primitiv həyat tərzi ilə. Bu sabahları deyəcək ki, mən qız uşaqlarının dodağını çərtib ora gillövfə yerləşdirdim. Mən bu cür görmüşdüm, ayinlərimiz belə idi. Ona görə qətl eləyirdi, oğurluq eləyirdi, təcavüz eləyirdi. Biz üçün bu normal bir şeydir. Bizə bunu bildirən şəxs olmuyor. Bunların sorğu-sualı necə olacaq? O mövzularda gəlir ki, bunların sorğu-sualı daxili peyğəmbəri əsasında olacaq. O da ağıldır. Yəni, peyğəmbər olmasa belə mənim ağlım başa düşür ki, bu mənim deyil, başqasının mülkiyyətidir. Bunu götürmək olmaz. Bunu mənə qarşı eləsələr, mənim xoşuma gəlməz. Buna deyilir əxlaqın qızıl qaydası. Bütün necə? Yəni orada biraz vicdanı ağıldan ayırırlar. Vicdan hissi bir şeydir. Ağıl isə o rasionaldır. Bu var, bu yoxdur. Bu olar, bu olmaz. Ağıl daha çox bu cür şeylərdə işləyir. Bir tərəfdə də təbii ki, vicdan. Vicdana indi bizə bir Allaha yönəltmə, hisslər, meyillər qoyulub. Ancaq mənim ağlım onu anlayır. Mən məsələn Afrikada neçə belə deyim də bir tayfalarla, orada olan o qəbilələrlə görüşəndə mən onlara verdiyim suallardan biri budur da. Nə pisdir, nə yaxşıdır, tayfamızda hansı qaydalar var. Baxıb görürdüm ki, yalan hamısında pisdir. Məsələn, təcavüz bunlara görə olmaz. Kimisə sən namusuna belə deyək, sən toxuna bilməzsən. Bunlar bunu pis bilirlər. Qaydalar da bunun üzərində qurublar. Sonra bunlar başqa bir insana fiziki, heç bir səbəbsiz fiziki zərər yetirməyi bunlar səhv bilirlər. Oğurluğu bunlar pis bilirlər. Elə ümumi ağlın qəbul etdiyi mövzuları bunlar da pis bilir. Sivilizasiyadan uzaq tayfalardır. Bunlar bunu hardan bilirlər? O dediyim kimi də o içində olan o sağlam ağlı ilə bunlar bu qənaətə gəlir. Onlara görə axirətdə də bunların sorğu-sualı elə o daxili peyğəmbərinə görə olacaq. Belə bir hədis də var. Mən əslində bu fikri hədis əsasında deyirəm. Ki, insanlara iki höccət göndərmişik. Onlardan biri daxili höccətdir, biri xarici höccətdir. Daxili höccət ağıldır və o eyni zamanda daxili peyğəmbərdir. Bir də xarici höccət, o dəlil, o fakt, o peyğəmbərlərdir. Bunlar da bir-birini tamamlayır. Zamanı necə yeyək? Mənim belə bir əsərim var. Bir də 10 sərkərdə indi konkret bu mövzuda gəlir ki, sən oyandın, oyanandan sonra sən hansı işləri görməlisən. Ümumi olaraq prinsip bu cürdür ki, həyatın bütün sahələri üzrə sənin hədəflərin olmalıdır. İlk olaraq hədəfdən başlayırsan. Yəni, karyerada bir hədəfin olmalıdır, maddi sahədə bir hədəfin olmalıdır, mənəvi sahədə hədəfin olmalıdır, sağlamlıq mövzularında hədəfin olmalıdır. Hədəflər seçiləndən sonra planları qurursan və o hədəfə doğru gedirsən.
Və plan və hədəfin səbəbi nədir? Səbəbi budur ki, sən bura gələsən yoxsa gəlməyəsən. Bəlkə bura gəlmək ümumiyyətlə hədəflərinizə xidmət eləmir. Və plan və hədəfin olanda artıq sən deyəcəksən ki, mən bura getməyim. Çünki bu mənim hədəfimə xidmət eləmir, mənim hədəfimə yaxınlaşdırmır. Amma bura gedim. Çünki bu mənim hədəfimə xidmət eləyir. Burada təhsil alım, burada təhsil almayım. Bunlar hamısı hədəf və planın tərtibindən sonra olur. Yox, əgər mən xaotik şəkildə yaşayıramsa, beynimdə bir çertyoz yoxdursa, mənim tikdiyim bina bir ildən sonra söküləcək. Bizim burada danışdığımız mövzular, bunlar hamısı əslində o həyati önəmli bir mövzudur. Universitetdə bunu öyrətmirlər. Orta məktəbdə bunu öyrətmirlər. Bağçada da bunu keçmirlər. Həyatın heç bir, elə bir məktəb yoxdur ki, orada gedəsən, bunu öyrənəsən. Bunu, məsələn, kitablarda, orada, burada, indi dəyərli dostlarımız, alimlərimiz danışır. Ancaq bu cür məqamlarda öyrənirsən ki, həyat dərsi nədir? Ümumiyyətlə, həyatda mən necə yaşayım? Sxemimi necə qurum? Və mənə görə o riyaziyyatdan, fizikadan və digər fənlərdən ən önəmli budur. Sən onu bilməsən, düzdür, ciddi bir problemin olacaq, ancaq sənin problemin uzağı, sən təhsilsiz olacaqsan. Hansısa kimyəvi elementləri bilməyəcəksən. Bilməsən nə olacaq? Heç nə itirməyəcəksən. Yəni, kimya sahəsində əgər işləməyəcəksinizsə, o elementləri bilməklə heç nə itirməyəcəksən. Mən demirəm, onu oxumayın. Ancaq deyirəm ki, sən onu bilməməklə heç nə itirməyəcəksən. Riyaziyyatdan heç nə bilmirsən. İndiki dövrdə ümumiyyətlə riyaziyyata heç ehtiyac yoxdur. Dil bilgiləri bilməsən nə olacaq? Heç bir probleminiz olmayacaq. Amerikalılar, mənim nə qədər Amerikada tanıdığım ziyalılar var, neçə dənə dil bilirlər. Öz dillərindən başqa heç bir dili bilmirlər. Heç ehtiyac duymuruq. Kompleksdə yaşamırlar. 10 dildən biz kompleksdə yaşayan insanlara. Yəni, bu elmləri bilməməklə sizdə heç bir problem olmayacaq. Heç bir boşluğunuz da olmayacaq. Çox yaxşı yaşayan, çox imkanlı adamlar tanıyıram. Orta məktəb oxumayıblar. Bu mövzuların heç birini də bilmirlər. Bizim hamımızdan da çox imkanlı, çox gözəl yaşayırlar. Ancaq mənəvi mövzuları bilməsən, mənəvi elementləri sən bilməsən, sən çox şey itirəcəksən. Sən hər şeyi itirəcəksən. Çox şey də yox, sən hər şeyi itirəcəksən. Elə mövzular var, sən bütün həyatını itirəcəksən. Yəni, onu da bərpa eləmək qeyri-mümkündür. Ona görə tam belə rahat şəkildə deyirəm ki, orta məktəbi sən oxumasan, o mövzuları bilməsən belə, sən heç bir problem yaşamayacaqsan. Ona görə məktəbə getmək lazım deyil. Yəni, təhsil lazımdır, ancaq mənə desəz, ikisindən birini seçməlisən. İkisindən birini, bir dilema qarşısında qoyursan. Mən deyirəm ki, mənəvi həyati mövzular. İkisindən birini. Seçim olsa ikisi. Və birinci nədən başlamalısan? Mən deyirəm mənəvi mövzulardan, həyati mövzulardan. Ondan sonra bu və paralelində bu. Daha çox nəyə vaxt qoyaq? Mən deyirəm, bu tərəfə vaxt qoyaq. İkisindən birini seçim, mən deyirəm ki, yəni bu tərəf olmasa da insana heç bir şey olmayacaq. Bu tərəf olmasa insana hər şey olacaq. Rövşən mənim, əgər uşağın bir özünün başqa yerə həvəsi var, ailəsi onu başqa yerə yönləndirir. Onda o uşaq neyləsin orada? Orada belə deyək də, bəzən deyirlər ki, sevdiyin işlə məşğul ol. Bu da mənə bir psixoloji mif gəlir. Yəni, sevdiyin işlə məşğul ol. Elə olsa, cəmiyyətdə uşaqların çoxu olacaq rəssam, heykəltaraş, futbolçu. Bu sahələri, mən ailələr tanıyıram, uşaqları deyir ki, mən futbolçu olacağam. Dərs oxumaq istəmir, deyir, məni yazır. Ciddi həvəsi var futbola. Ancaq bu ailə bilir ki, bu futbolla heç nə eləyə bilməyəcək də, dolana bilməyəcək, bizim maddi bir həyatımız var, dolana bilməyəcək. Cəmiyyətdə elə bir statusu da olmayacaq. Yəni, Ronaldo, Messi olandan sonra dünyada statusu olar. Ancaq bu adamın real olaraq bu sahədə uğur qazanma şansı nə qədərdir? Bir Azərbaycanlının. Milyonda bir dənə. Və milyonda bir dənə riskini göz önünə alıb uşağı futbola yönəltmək nə qədər düzgündür? Mənə görə heç düzgün deyil. Valideyn maddi tərəfə yönəldir. Deyir ki, bu sənətə gedin, uşaq oxumaq istəyir. Məsələn, yazıcı olmaq istəyir, başqa bir sənətə həvəsi var. Yazıcı da elə futbolçu kimi bir şeydir yəni. Yəni, ona görə, məsələn, mənə bəzən olur, universitetlərdə biz təlim deyirik. Məsələn, filoloqlar olur, orada nə bilim, yazıcı olmaq istəyənlər olur. Deyirlər ki, müəllim, bizə tövsiyə eləyərsinizmi ki, yazıcı olaq? Mən deyirəm, yox.
Deyirəm ki, çünki yazıçı olanda sən çox şey qurban verəcəksən. Azərbaycan reallığında yazıçı səni dolandıra bilməyəcək. 1-2 nəfər, 3 nəfər ola bilər ki, nəsə bu şeyləri eləsin, ancaq o da ki, yəni çox çətindir də. Yəni o risk faktoru burada çox yüksəkdir. Sən o qədər qurbanı verməyə hazır deyilsənsə və sonu nə olursa olsun, sən bu işdən zövq ala bilməyəcəksənsə və sona görə getməyəcəksənsə, yazıçı olma. Ancaq mən də bilirəm ki, onlar yəni uzağı 1-2 nəfər kiminsə görürlər, düşünürlər ki, yazıçılıq hər gün harası gedəcək, çıxış edəcək, pul olacaq, parası olacaq. Yəni o çox çətin məsələdir. Mən nə deyirəm? Deyirəm ki, ol mühəndis, hobbi kimi yazıçılığı başda, ancaq görsən ki, bu səndə alınır, bu səndə tutdu, ondan sonra tam köklü yazıçılığa keçə bilərsən. Ancaq əsas peşən olsun başqa bir sahə, ondan sonra bu sahəyə keç. Çünki sən o qarşındakı insanın gözündən o ateşi də görmürsən də, hər şeyi qurban versin. Yəni sonunda batsa da belə, yəni bu yoldur. Ona görə, məsələn, ümiddən sonra nə gəlir? Ümiddən sonra nəsə gəlir ümumiyyətlə? Məsələn, düşünmüsünüz bu mövzuda? Yəni bu çox ciddi, mənə görə çox ciddi bir məsələdir və mən düşünürəm ki, bəzi yerdə ümid ölür, ancaq insan irəli gedir. Onu irəli aparan nədir? Mənə görə ümid deyil. Əgər bir insanda bir səhralıqda, yəni ümidsiz gedəcəyi bir enerjisi yoxdursa, onu heç vaxt demərəm, nə bilim, get yazıçı ol, get nə filan, bu cür mənəvi sahələri, mənə görə yazıçılıq mənəvi sahələrdir. O sahələri mən onu tövsiyə eləmərəm. Yəni ümumi yazıçı kimi olsun, nəsə yazsın, yəni o cür olmaq olar. Onun üçün də əsas peşəni yazıçı seçməyə də gərək yox. O yerdə nə edirlər? O yerdə məsələn daha çox mən deyirəm ki, praqmatik olmaq lazımdır. Və uşaq da orada başa salmaq lazımdır ki, hər sevdiyin sahə ilə sən xoşbəxt ola bilməyəcəksən də. Sənin bir dünyəvi tərəfin var. Orada nəzərə alınmalıdır maddi və sosial tərəf. Və bir neçə mənə görə amillər var. O amillər birləşsə iş orada yaxşı alınır. Onlardan biri maddi tərəfdir. İkincisi sosial tərəfdir. Bir də insanın potensialıdır. Bir də insan nə qədər ondan zövq alır. Bu 4 tərəf birləşsə o iş əla olacaq. Ancaq çox vaxt onlar birləşmir. Sən nəyisə orada qurban verməlisən. Ola bilsin ki, uşağın potensialı var, ancaq o sahəni sevmir. Və yaxud da ki, aktual deyil, ölkəmizdə aktual deyil. Məsələn, orada mütləq aktuallığı nəzərə alın. Adam heykəltəraş olmaq istəyir. Çox gözəl də potensialı var. Bizdə heykəltəraş nə edəcək? Biz indi burada belə ağıllı-ağıllı danışırıq mənəviyyatdan. Ancaq reallıq odur ki, insanlar cəmiyyətdə statuslu olan və pul gətirən işləri istəyirlər. Yəni, cəmaatı yalandan burada aldatmayaq da. Mənəvi şeylər önəmlidir, mənə görə birincidir. Ancaq bu adam dünyada yaşayır, bu insan dolanmalıdır, bu insan... Adamlar var ki, o insan valideyn zəng edir, deyir ki, övladım məni qınayır və deyir, mən travma yaşayıram, ona görə ki, bizim maşınımız yoxdur. Qohumlarımızın maşını var, mənim maşınım yoxdur. Və uşaq artıq buna görə evdə ciddi söz-söhbət. Yəni, bu müasir dövrün insanıdır. Sən buna necə belə mənəvi mövzulardan, yəni bunun bir sosial dayağı da olmalıdır da. Ona görə o maddi tərəflər, sosial tərəflər, bunlar da göz önünə mütləq olaraq alınmalıdır peşə seçimində. Yalnız istəklə, həvəslə, istədiyin peşə ilə məşğul olam deyir, orada xoşbəxt olursan, düzdür, istədiyin peşə ilə xoşbəxt ola bilirsən. Ancaq şəxsən mən istəmədiyim şeyləri də görürəm. Və mənə görə xoşbəxtçilik mənadan başqa bir şeydir. Xoşbəxtçilik düz bildiyin şeydən başqa bir şeydir. İndi dünyəvi xoşbəxtçilikdən danışıram da. Ona görə sevmədim. Məsələn, hamı sevdiyiniz işi görürsünüz. Sevmədiyimiz işləri də görürük. Mənə görə uğurun çox hissəsi elə sevmədiyimiz işlərdir. Biz heç nə görmədən uğuru əldə etmək istəyən insanlarıq. Bizim tipimiz bu cürdür. Ancaq buradan özümüzü mənə görə məcbur edir. Ona görə o sözlər də mənə mif gəlir. Sevdiyin işlə məşğul ol, uşağı məcbur eləmə. Uşağı qismən məcbur eləməlisən. Sən mütləq azadlığı da mən qəbul eləmirəm. Yəni uşağı sən necə məcbur etməyə bilərsən? Uşağı məcbur etməsən necə olacaq? Uşaq xəstələnəcək, istədiyi şeyi yeyəcək. Xəstələnəndə acı dərmanları qəbul eləmək istəməyəcək, iynə istəməyəcək, düzdür. Uşaq ya gedəcək futbolçu karyerası arxasınca, bir neçə ildən sonra məlum olacaq ki, bu alınmır. O tibb universitetini bitirib futbola başlayan uşaqlar var, valideynlərini o qədər narahat ediblər, qoyublar futbola. Sevdiyin işlə məşğul ol, trendi bunlara təsir edib. Uşaq bir neçə vaxtdan sonra deyib ki, artıq ağlı kəsəndən sonra deyib ki, yox, futbol mənlik deyil.
Artıq tibb universitetini adam bitirib, qutarıb, yəni tərk edib. Gedib futbola. Heç nə də onda alınmayıb. Ona görə bu yanlış mənə görə bir şeydir. Uşağa da orada müəyyən şeylərdə məcbur eləmək uşağı lazımdır. Uşaq fikrini deyə bilər, mütləq olaraq qoy fikrini bölüşsün. Ancaq son söz həyatda daha çox təcrübəsi olanın üzərindədir. Biz uşağı təhsilə məcbur edirik. Kimin uşaq oxumaq istəyir? Səhər tezdən qalxmaq istəyir, könüllü surət. 100-dən biri ola bilər. Qalan 99%-də sən məcbur eləyirsən. Düzdür? Yaxşı, öz sevdiyi işi görsün şüarı ilə uşağı onda sən incitməməlisən, məcbur eləməməlisən. Ağlayır, bəzi uşaqlar ağlayır. Birinci sinifə gedən uşaqları biz görürük ki, əməlli başlı ağlayır. Onda neyniyək? Onları qoymayaq, təhsil arxasınca getməsinlər. Ona görə bu şeylər hamısı bu dəqiqə sosialda gəzən fikirlərdir. Onu deyənlər özləri də o cür yaşamır. 100% əmin olun. Onlar da övladına qarşı o cür deyirlər. Özləri də sevmədiyi şeyləri görürlər. Ancaq belə göstərəndə deyirik ki, yəni o romantik sözlər reallığı əks elətdirmir. Yəni məsələn mən inancım olmasaydı mən yazıçı olmazdım. Yox, mən %100 yazıçı olmazdım. Neynirəm yazıçılığı yəni? Həqiqətən mən yazıçı olmaram ki. Mən düşünürəm ki, mən xalqıma faydalıyam. Yəni mənim məsələn inancım olmasa mən Azərbaycanda da olmaram. Mən gedərəm başqa daha gözəl ölkələri var, ora gedərəm. Vətənpərvərlik mövzusunda da belə deyim də. Bir var kör-köranə vətənpərvərlik. Məsələn sizə görə Bakı dünyanın ən gözəl şəhəridir. Yəni siz əgər Avropanı gedib gəzsəz, oradan gələndən sonra görərsiniz ki, Bakı yəni orada çox geri qalır. Çox geri qalır. Sizə görə Xəzər dənizi dünyanın ən gözəl dənizidir. Yəni belə deyək də gölməçədir də, belə götürəndə. Və bütün ölkənin kanalizasiyası, Bakının kanalizasiyası ora axır. Və yaxud da ki, Quba, Qəbələ, nə bilim, dünyanın ən gözəl, məsələn, İrlandiyada olsanız, İngiltərədə olsanız, Şotlandiyada olsanız, Avstraliyada olsanız, o yerləri gələndən sonra bu ağaclar mənə yaşıllığı daha az gəldi. Başa düşürsünüz? Oranın təbiəti tam. İquasuda olsanız, oradakı şəlalələri görsəz, bizim şəlalə, yəni mən ona ondan sonra şəlalə deyə bilmirəm də. Yəni şəlalə deyil, çay deyil, bizim Xəzər dənizi deyil, ancaq o məsələn göldür də. Bakı şəhəri də əslində 2 hektarlıq o fəvvarələr meydanı deyilən yerdən ibarətdir. Ondan biraz kənara çıxanda elə bir, yəni ki, necə deyim, yəni bura Viyana deyil də. Viyananın hər yerinə gedirsən, şəhər tam belə UNESCO-nun milli irsinə salınmış bir yerdir və möhtəşəm bir kənarlarına çıxırsan, hardasa bitmir də şəhər. Sonra deyirsən mikrorayon başladı. Bizdə o cür deyil də. Siz Binəqədiyə gedin, Biləcəriyə gedin, düzdür? Xırdalana gedin. Görəcəksiniz ki, mən məsələn özüm elə o tərəflərdə qaldım. Yəni mənasında demirəm. Ancaq ora şəhərin mərkəzi deyil. Bütün bunlara ancaq baxmayaraq, mənə görə Bakı dünyanın ən gözəl şəhəridir. Mənə görə Qubadır, Qəbələdir. Mən orada daha çox dincəlirəm. Buranın tıxacı belə mənə zövq gəlir. Hirslənirəm, buradan da zövq gəlir. Başa düşürsünüz? Mənə görə burada mən saxlayan nədir? Məni şəhərin gözəlliyi saxlamır, və yaxud da ki, mənə görə Azərbaycan xalqı dünyanın ən gözəl xalqıdır. Ancaq ən çox Nobel mükafatı alanlar başqa xalqlardır. Yəni bu mənəvi mövzularda sən o gözəlliyə baxmırsan. Səncə gözəllik tamam başqa bir şey olur. Mənə görə Xəzər dənizi, mən o dənizdən zövq alıram. Ancaq bu zövq özüm başa düşürəm ki, obyektiv zövq deyil də. Mənim bu xalqa, bu şeylərə bağlayan, burada işimdən həzz verən o mənəvi bir şeydir. Mən sırf, yəni mən materialist insan olsam, mən ölkəmdə burada qalmaram. Başa düşürəm. Ancaq mən ölkəmi sevirəm, belə sözün həqiqi mənasında. Və mən düşünürəm ki, orada mənim maddi faydam, gəlirim qat-qat çox olsa, o birisi tərəflərim olsa da, mən yəni sona qədər istəyirəm ki, bu xalq üçün xidmət göstərim. Deyirəm də, Quba mənə zövq verir. Və yaxud da indi fərq eləmir də. Bizim o balaca şəlalə kimi görmədiyim, İquasuda almadığım həzzi o balaca şəlalədə mən alıram. Və mən ancaq başa düşürəm ki, bu irrasional, emosional bir şeydir. Mən bura bağlıyam, mənəvi olaraq. Rövşən Abdullaoğlu'nun mənəvi tərəfi olmasa, imkan var gedib orada yaşayasan, hər şey belə lüks olsun. Niyə də getməyəsən? Sırf nə bağlasın məni bura? Və sizləri də mən elə görürəm
ki sizləri də ölkəmizi bağlayan bizim müəllimlərimiz var ki, az maaşa, nə bilim belə bəzən dəyər də görməsələr də ürəklə işləyirlər də. Onları bağlayan nədir? Onları da yenə də mənəvi mövzu bağlayır. Və yaxud da ki, Qarabağda bizim şəhid olanlarımız da. Orada da mənəviyyat, orada da yəni ilahi nəsə bir şeylər var da, başa düşürsünüz. Və o ilahi bir şey olduğuna görə bu torpaq bizim üçün müqəddəsdir. Və bizim üçün bura müqəddəsdir. Buranın nə bilim o suyu, nə bilim hər şeyi bizə müqəddəsdir. O nə bilim o ağaclarımızı yumurlar da. Məsələn o yuyulmayan tost ağac belə mənə zövq verir də. Mən burada həzz alıram. Ancaq ağılla mən yəni yalandan deyə bilmərəm ki, Bakı dünyanın ən gözəl şəhəridir, ən təmiz şəhəridir və yaxud da ki bizim nə bilim ölkə dünyanın 11 iqlim qurşağının 9-u burdadır. Yəni ümumiyyətlə həyatda belə bir qayda var. Sənin kim olmağın, hansı inancda, ideologiyada olmağın önəmli deyil. Çalışana, zəhmət çəkənə qarşılıq verir. Sən dünyanın ən pis insanı ol, ancaq ən çalışqan insanı ol, ən iradəli insan ol. Sən nəticəni alacaqsan. Bu nöqteyi nəzərdən həyat amansızdır və həyat ancaq baxır ki, yəni sən o papaq altından çıxıb iş görmüsənmi? O papaq altında yatan çox istedadlı insan ola bilər. Əgər oradan çıxmayıbsa, iradəsi olmayıb o papağı qaldırsın kütləyə və gün işığına çıxsın, o nəticə olmayacaq. Yaxşı, mən necə edeyim ki, o iradəmi işə salım? Mənə görə iradəni işə salmaq üçün ilk olaraq insan xırda addımlardan başlamaq lazımdır. Yəni, məsələn, mən öz həyatıma baxıram, görürəm ki, bəzi işləri mən 5 ildən sonra eləyə bilmişəm. Ancaq 5 ilə qədər mən əziyyət çəkmişəm. Məndə alınmayıb, gücüm çatmayıb, özümü məsələn ona məcbur eləyə bilməmişəm. Ancaq 5 ildən sonra məndə alınıb. Və baxıb görmüşəm ki, o 5 ilə qədər də mən boş durmamışam. Yəni, məsələn, mənim əzələm 30 kiloqram daşı qaldıra bilir, ancaq 100-ü qaldırmaq istəyirəm. Mən baxıb o daşa, 100 kiloqramlıq daşı arzu eləsəm ki, bir zaman mən səni qaldıracam, mən onu heç bir zaman qaldırmayacam. Ancaq nə etmişəm? İndi öz praktik həyatımdan mən başlamışam 31 qaldırmağa. Gücüm 30-a çatır, ancaq 31 çətin olsa da alınır. 5 ildən sonra 100-ü artıq qaldıra bilmişəm. Bu dediyim fiziki mövzulara da aiddir, mənəvi mövzulara da aiddir. Məsələn, elə addımlar olub ki, bir sosial addımlar, nəsə belə faydalı bir işlərdir. Ancaq psixoloji hazır olmamışam, eləyə bilməmişəm. Ancaq onun üçün mən xırda-xırda nələrsə başlamışam eləməyə. Xasiyyətimdə nə iləsə mübarizə aparmışam, özümlə nə iləsə mübarizə aparmışam. Hansı işləri başlamışam görməyə və görmüşəm ki, 5 ildən sonra məndə rahat alınıb. Sonra 5 ildən sonra başqa bir addım atmışam. Onun üçün də bir neçə il çalışmışam və müəyyən bir vaxtdan sonra keçmişə baxıram, deyirəm ki, bir xeyli yol gəlmisən ha. Hamısı nədən başladı? O xırda addımlarla. Hədəfi qoyuram. Hədəfi qoyandan sonra deyirəm ki, bu evi tikmək istəyirəm də. Buna doğru getmək üçün hansı addımlar atmaq lazımdır? Başlayıram onları xırda-xırda atmağa. Bir neçə vaxtdan sonra evi tikəcəm. Bir nəfər məndən müsahibə götürürdü, səfərlərdən söhbət düşdü. Sonra qayıtdı, dedi ki, müəllim, həyatımın ən böyük arzusu dünyanı gəzməkdir. Deyirəm ki, yaxşı, sənə nə mane olur da, niyə bunu eləmirsən? Dedi ki, böyük maddi imkan lazımdır da dünyanı gəzmək üçün. Mən dedim ki, dedi, ancaq nə vaxtsa bunu eləyəcəm. Dedim, bax, sənin bu hədəfə çatmaq üçün sən bugün nə eləmirsən? Dedi ki, heç nə. Deyirəm, məsələn, bir ay əvvəl nəsə eləmirsən, heç nə. Deyirəm, ümumiyyətlə, nəsə eləmirsən o hədəfə çatmaq üçün? Dedi ki, yox, heç nə eləməmişəm. Dedim, onda sənə bir xəbər verim, sən o hədəfə heç vaxt çatmayacaqsan. Sən dedim, dünyanı gəzə bilməyəcəksən. Dedi ki, axı pulzad lazımdır. Mən dedim ki, mən elə adamlar tanıyıram ki, səndən də çox az maaşlı işlər işləyirlər, ancaq ildə bir dəfə Avropa turuna çıxırlar. Dedim, məsələn, onlar necə eləyiblər? Bir hədəf qoyublar, məsələn, dünyanı gəzmək istəyir. Hardan başlayayım? Ən kiçik ölkədən, məsələn, deyir ki, gedim Almaniyaya, misal üçün. Oraya getmək üçün nə etmək lazım? Ən kiçik ölkədən Almaniyadan. Hə. Yaxşı, o kiçik ölkəyə getmək üçün nə etmək lazımdır? Deyirəm ki, məsələn, onlar araşdırıblar ki, məsələn, nə qədər büdcə lazımdır? Məsələn, 6.000 avro. Sonra dedim ki, o 6.000 avronu azaltmaq üçün yollar var. Sən dedim, bu işin içinə girdikcə o yolları tapacaqsan. Bəzi ucuz düşən biletlər var, orada bir 1000 avro azaltdın. Bəzi yerlər var ki, orada, nə bilim, sən elə bil, kiminsə evində qalırsan, sənə bir balaca otağını verir. Burada bir 200 avronu azaltdın, 1000 avronu azaltdın. Dedim, belə-belə bir araşdırırsan, bir gün bu sayta girirsən, bir gün nəyisə bir çertyoju qurursan, bir gün Almaniyada hara gedim, ən ucuz nə ola bilər? Yavaş-yavaş 6.000 avroluq büdcəni salıblar, məsələn, 2.000 avroya.
Gedib adam oranı səyahət edib. İndi misal üçün deyirəm də. Dedim ancaq bunun üçün sən hər gün nəsə o hədəfə çatmaq üçün bir şey eləməlisən. Bir gün bir səyahət saytına girirsən, bir gün hansısa səyahətçiyə məktub yazırsan ki, mən necə eləyim filan yerə daha ucuz formada gedim və yaxud nəsə. Bunu dedim. Üstündən bir müddət keçdi, mən adamı unutmuşam. Nəsə bunlar yenə də məndən müsahibə götürürlər. Deyir ki, müəllim məni tanıdınız. Deyirəm ki, bir tanış gəlsən. Dedi ki, yəni filan vaxtı siz məndən bir müsahibə almışdınız. Siz mənə dediniz ki, dünyanı əgər bu gün bir addım atmasanız hədəfinizə doğru, sən dünyanı heç vaxt gəzə bilməyəcəksən. Deyir ki, artıq bir 4 dənə ölkəni gəzmişəm. Bu ildə 5-cini planlaşdırıram. O büdcəsindən artıq adam 4 ölkəni gəzib 5-cini planlaşdırır. Yəni hədəfə doğru addım atmamısansa, hardan bilirsən ki, çata bilməyəcəksən? Bunu hardan bilirsən? Desə bir addım atma. Onu sən ağırlığı sən qaldırmamısan. Bəlkə gücün çatacaq. Bəlkə sən qaldıranda kimsə də gəlib sənə dəstək olacaq. Ona görə mənə görə burada qəliz heç nə yoxdur. Yəni mən şəxsən özümə baxıram, görürəm ki, yəni o vaxt biraz mənə çətin gəlib, ancaq burada qəliz heç bir düstur yoxdur. Yəni bu dəqiqə siz də deyirsiniz ki, bir dəfə deməli hamımızın tanıdığı bir nəfər var. Mənə bir verilişə çağırıb Azərbaycan televiziyasında. Veriliş də bu cürdür də. Nəsə orada yazıçılardır, məndən sual soruşur. Deyir ki, Rövşən müəllim, bax, sizə məni illərdir maraqlandıran, bu adam da bu sahədə fəaliyyət göstərən adam. Deyir, məni illərdir maraqlandıran bir dənə sual vermək istəyirəm və bunu deyir, hamı düşünür. O da budur, sizin məsələmdə müəyyən nəsə nailiyyətiniz var. Bu nailiyyəti əldə etməyin səbəbi nədir? Burada nə olub ki, bu alınıb? Mən də ona bir sadə, elə bu sizə dediyim sadə şeyləri dedim. Dedi, yox, mən yenə də nəyisə gizlədirsiniz, mən yenə də qane olmadım. Deyirəm ki, mən bilirdim ki, qane olmayacaq. Çünki bu sualı verənlərin hamısını demişəm və heç kəs də qane olmayıb. Nəsə, veriliş bitdi, sonra bu mənə yaxınlaşdı. Dedi ki, bəs şeydir də müəllim, o doğrudan nə idi də onun səbəbi? Siz yenə də orada nəyisə gizlətdiniz də. Yəni, qorxur ki, elə bilir ki, mən paxıllıq eləyirəm, onu desəm, bu gedib onu eləyəcək, mən geridə qalacam, bu nəsə. Tütüm yolu burada sadədir. Hədəfi qoyursan, ona doğru planı qurursan, addımlar atırsan, bitdi. Ortada da ağılla da düşünmürsən, onu da deyim. Hədəfi planı qurandan sonra ağılla düşünmə. Çünki ortada düşünsən, ağıl sənə deyəcək ki, bəlkə səhv gedirsən. Bəlkə hədəfin yanlışdır. Yox, bu səndə alınmayacaq. Ağıl sənə o qədər deyəcək, sənə bezdirəcək. Ona görə ağlı yandırıram, hədəfimi qoydum, planımı quraşdırdım və o dəqiqədə keçirirəm. Sonra da başlayıram planla getməyə. Bu qədər sadə, 2 dənə qaydası. Necə? Yox, orada hissi də, mən düşünürəm ki, mən yazıçı olacağam. Gözəl yazıçı olmaq üçün nə etmək lazımdır? Bu addımları atmaq lazım. Hər gün oxuyacağam, bunu eləyəcəm, falan addımlar. Sistemimi qurdum. Və sistemimi qurandan sonra, bunu araşdırandan sonra, əmin olandan sonra artıq ağlı söndürmək, onu deyirəm ki, mən bu yolda ağıl mənə deyəndə ki, yox, səndə alınmayacaq. Yox, sən, yəni, sizin ailədən yazıçı çıxıb, deyirəm, yox. Atan yazıçıdır, yox. Baban yazıçıdır, yox. Nəslinizdə yazıçı olub, deyirəm, yox. Deyirəm, onda sən hardan əminsən ki, səndən yazıçı çıxacaq. Bu cür sözlər o qədər belə argumental adama gəlir. Bir yerdə sonra deyir ki, bu düz deyir də. Sən elə bilirsən ki, o sənin öz sözündür. Mən sizə, İlqar müəllim, sizə təşəkkür edirəm. Yəni, mən sizi cəmiyyətimiz üçün həqiqətən çox önəmli şəxslərdən bilirəm və o düşüncəviz, cəmiyyətə yanaşmamız, bu sadə, yəni bir psixoloq yanaşması deyil də. O klassik bir psixoloqların dövrü məncə getdi və insanların müalicəsi daha çox, yəni psixologiyanın üstündə olan bir yanaşma ilə, daha dərinə varan, daha dərindən düşündürən bir yanaşma ilə insanları müalicə etmək olar. Sizdə o var. Yəni sizin komandada o var, sizdə o var, o müdürlüklik var, o elm var, o helm var. Ona görə təşəkkür edirəm. Yəni səs sorağınız da gəlir, birliyinizin, cəmiyyətinizin səs sorağı gəlir. Təşəkkür edirəm. Mən həqiqətən zövq alıram və sevə-sevə gəlib burada iştirak edirəm. Minnətdaram dəvətinizə görə, verdiyiniz diqqətə, dəyərə görə. Çox sağ olun, dəyərlisiniz. Sağ olun.